qızını toy eləyən zaman qıza açar verir ki, bu da mənim evimin açarı. Yəni sabah yoldaşım bir nəsə eləsə, üstünə qışqırsa gələrsən. Üstünə qışqırsa gələrsən, həmin atanın evi hazırdır. Yəni. Mən bundan evlənmişəm deyə çox rahatlıq içərisində aparırlar özlərini. Məsələn, normalda nişanlı vaxtı elə olmur, düzdür? Bəli. Və iki tərəf də bir-birinə çox diqqət eləyir falan. İki tərəf də bir-birini başqa cür görür. Çünki qadın emosionaldır axı. Qadına birbaşa talaq haqqı verilsə, yəni heç bir evlilik ikinci həftəsində keçməz. Kişiyə Allah bir funksiya yükləyib. O funksiya nədir? Ər-ricalu qavvamun alan-nisa. Kişilər xanımlar üzərində idarəçidirlər. Bu idarəçilik yəni zülm etmə səlahiyyəti demək deyil. Yəni bir hocamızın gözəl bir sözü vardı. Heç kim bu dünyada %100 arzuladığı evlilik eləməyib. Peyğəmbərlər daxil. Çünki heç kim %100 deyil, qarşı tərəfdə %100 deyil. Ailə münasibətlərində də qarşı tərəfə sevdiyi bildirməlisən. Amma bunu ən çox kim gözləyir? Xanımlar gözləyir. Ki o mənə deməlidir, düzdür? Amma kişi də insandır. O da bu sözə möhtacdır. Bu nizamı qoruyan kimsə olubsa yer üzündə çox xoşbəxt bir adamdır, çox çətin bir şeydir. Bəzi adamlar var ki, bundan ünsiyyət qurmaq mümkün deyil. Bilirsən ki, bu adamın ailəsində 100% problem var. Çünki danışa bilmir bu adam. Çobuddur. Amma ana nə edir? Doldurur ki, sən haqlısan, onlar belədilər, onlar elədilər. Özünü əzdirmə. Özünü əzdirmə. Yəni mən də vaxtında çox əziblər. Bir adam öldüyü zaman xanımın ürək rahatlığıyla o yaxşı insan idi, Allah ondan razı olsun deyirsə, demək o yaxşı insan idi. Bəlkə də çöldəki 50 nəfərin şahidliyindən bir onun xanımın şahidliyi daha yaxşıdır. Assalamu aleykum, dəyərli İsra kanalı izləyiciləri. Qonağımız Ömər müəllim Mənsuroğludur. Bugün cəmiyyətimizin aktual mövzularından biri olan hökm olaraq halal olsa da Allahın ən sevmədiyi əməllərdən biri olan boşanmadan danışacağıq. Ömər müəllim, cəmiyyətimizdə olan bu aktual mövzulardan biri olan boşanmağın səbəbləri nədir? Nəyə görə insanlar artıq cəmiyyətimizdə bu qədər boşanma daha çox yayılıb? Yəni bunun səbəbi nədir? Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Mən də öz növbəmdə izləyicilərimizi salamlayıram. Allahın salamı ilə salamlayıram. Və mövzumuza gələcək olsaq, bu əslində biz daha əvvəl sərbəst mövzu içərisində, elə İsra kanalında sərbəst mövzu içərisində evlilikdən öncə nələrə diqqət edilməlidir deyə bir mövzu danışdıq. Qardaşlarla belə planlamışdıq, belə düşünmüşdük ki, evliliyi ardıcıl olaraq danışaq. Amma bəzi statistikalar gördük, cəmiyyətdə boşanmaların artması ilə bağlı və üstəlik bunun mömin təbəqədən, namaz qılan təbəqədən də yan keçmədiyini gördük, eşitdik. Bu səbəblə bu mövzunu öncəliyə almağı düşündük. Və Allahın izni ilə bugün sırf bu mövzu üzərində bəzi səbəbləri qeyd eləməyi düşünürük. Öncəliklə bilmək lazımdır ki, sizin də girişdə qeyd etdiyiniz kimi, boşanma fiqhən, yəni fiqhi baxımdan yəni mübah olan, halal olan bir işdir, caiz olan bir işdir. Sadəcə Allahın sevmədiyi halallardan birisidir. Yəni bu fiqhən niyə caizdir qismini düşünəcək olsaq, əslində boşanma həyatın bir gerçəyidir. Yəni hər nə qədər biz bunu sevməsək də, hər nə qədər İslamda bundan çəkindirilsə də və ya fəsadının cəmiyyətdə böyük olduğu bilinsə də, həyatın bir gerçəyidir boşanma. Və insanlıq tarixi boyunca da bu olubdur. Yəni evlilik varsa boşanma da var. Hətta bura gələrkən, çəkilişə gələrkən kamera arxasında olan gənc qardaşımızdan soruşdum ki, indi kamera arxasında olan gənc qardaşımızdan, yəni maşında belə soruşdum ki, boşanmadan danışacağıq. Yəni beynimdə müəyyən bir fikirlər keçirirdim ki, nədən danış? Yəni boşanma səbəblərindən nələri qeyd edir? Dedim, səbəb olaraq nəyə qeyd edə bilərsən? Dedi ki, boşanmanın əsas səbəbi evlənməkdir. Yəni yarı zarafat, yarı ciddi. Əslində evlilik varsa boşanma da var. Yəni bir reallıqdır. Və biz baxırıq ki, bir növ sözü kəsirəm, bu doğumla ölüm kimi bir şeydir. Elə bir şeydir, hə. Yəni insan dünyaya gəlirsə bunun ölümü də var. Bu çərçivədən baxdıqda görürük ki, nadir də olsa Peyğəmbər sallallahu əleyhi və səlləmin zamanında da boşanmalar olubdur.
Yəni o dövrü biz əsr saadət adlandırsaq da, o dövrdə də yəni bizim bildiyimiz insani problemlərin hamısı yaşanıbdır və hətta cənnətlə müjdələnmiş sahabələrin belə bəzilərinin boşandığını oxuyuruq. Yəni bunları niyə qeyd edirəm, ehtiyac hiss edirəm? Bəzən olur ki, həqiqətən iş artıq dözülməz vəziyyətə gəlir ailə içərisində. Yəni boşanma da hal olan bir şeydir və düzdür, bacardıqca baş vurulmaması gərəkən və ya ən son gedilməsi gərəkən bir şeydir. Amma hətta onun da qaydaları var da. Təbii ki, hamısı öz qayda qanuna uyğun olmalıdır. Yəni tərəflər birbaşa biz boşanırıq deməməlidirlər də. Təbii ki, məsələnin bəlli yerlərə ərz etməlidirlər, çözməyə çalışmalıdırlar. Bunlar hamısı olmalıdır. Və qeyd etdik ki, hətta cənnətlə müjdələnmiş sahabelər arasında belə olubdur. Yəni demək ki, məsələ yəni hər zaman olubdur. Sadəcə İslamda biz görürük ki, bu çəkindirilən bir şeydir. Yəni halal olan bir şeydir, amma Allahın sevmədiyi bir halaldır. Səbəbi də əslində ümumi şəkildə bəllidir. Yəni ailəni məhv etməsi, uşaqlara zərər vurması, cəmiyyətə zərər vurması bəllidir və boşanmaların dünya üzərində ümumiyyətlə artması və bizim cəmiyyətimizə də sirayət etməsi son zamanlardadır. Yəni ümumiyyətlə dünya üzərində bunun artmasını bu şəkildə deyə bilərik ki, Qərb mədəniyyətinin təsirinin dünya üzərində bir hegemonluq qurması üzərinədir. Yəni Qərb mədəniyyəti başqa əraziləri həm bildiyimiz mənada, həm də zehni olaraq işğal etdikdən sonra bunun bir təsiri olaraq bütün cəmiyyətlərdə boşanmanın artdığını görürük. Çünki Qərb mədəniyyəti hal-hazırda içərisindən dinin və mənəvi dəyərlərin, əxlaqi dəyərlərin çıxdığı bir cəmiyyətdir, mədəniyyətdir və dini, mənəvi, əxlaqi dəyərlər olmadığı zaman boşanma çox rahat bir prosesə çevrilir və bunun acı nəticələri də bütün cəmiyyəti əhatə eləyir. Ümumi şəkildə belə bir giriş eləyə bilərik. İndi səbəblər qisminə keçək. Səbəblər çox ola bilər. İndi bizim ağlımda olanlardan bəzilərini ümumi bir başlıq altında qeyd etdim. İndi o başlıqları bir-bir deyərik. Belə desək, populyar bir səbəblər varmı? Yəni standart olan. Yəni çox ailələrin bu səbəbləri ortaya qoyması ilə belə deyək də boşanmanın reallaşdığı bir səbəblər varmı? Ki şablondur da artıq bu sözlər. Yəni belə qeyd edilə bilər ki, ümumiyyətlə insan olan yerdə problem var və problemin səbəbləri çox vaxt birdən çox olur. Yəni konkret olaraq səbəbi bir neçə ilə məhdudlaşdırmaq doğru deyil. Biz ağlımıza gələn bəzi səbəbləri indi danışdıq. Yəni cəmiyyətimizdə müşahidə etdiyimiz bəzi səbəbləri qeyd edəcəyik. Hətta təklif eləyərik ki, izləyicilərimizdən öz gördükləri, müşahidə etdikləri səbəbləri də rəy bölümlərində qeyd edərlər. Səbəb olaraq ümumiyyətlə belə bir giriş eləyə bilər ki, evlilik bir əqddir. Əqd kəlməsi yəqin ki, bilinən bir kəlmədir. Yəni bir baxıma bir müqavilədir evlilik. İki tərəfin müqaviləsi. Çünki biz bu kəlməni ticarətdə də istifadə edirik, başqa müqavilələrimizdə də istifadə edirik əqd kəlməsini. Evlilik də bir əqddir, xanımla kişi arasında əqd. Və hər bir əqddə də müəyyən səlahiyyətlər, müəyyən öhdəliklər, müəyyən mükəlləfiyyətlər olur. Yəni əqd bağlanırsa, iki tərəf bu əqd sonrasında istədiyi kimi davranma səlahiyyətinə sahib deyil. Yəni evlilik bir baxıma insanın azadlığını məhdudlaşdırır. Sən ondan sonra o əqdin gərəkdirdiyi şəkildə davranmalısan. Bir növ sərhəd qoyur da. Təbii ki, sərhəd qoyur. Ümumiyyətlə bugünün insanlara o liberallar tərəfindən aşılanan ən böyük yalanlardan birisi də insanın sərhədsiz azadlığının olması söhbətidir. Yəni ümumiyyətlə insan heç bir zaman sərhədsiz azadlıq deyə bir şey ola bilməz insan üçün. Çünki sərhədsiz sərbəstlik deyilməsi hüququn olmaması deməkdir. Əgər dünyanın bütün ərazilərində, yəni bütün ölkələrində hüquq dediyimiz bir şey varsa, demək ki, sərhədsiz azadlıq deyə bir şey yoxdur və bu məntiqsiz bir şey olar. Və evlilik kaos olar da, əgər sərhəd qanunu olmasa. Təbii ki, və evlilik məsələsinə də gətirdikdə, evlilikdən sonra iki tərəf də öz öhdəliklərinə əməl etməlidir. Biz İslami nöqteyi nəzərdən məsələyə yanaşdıqda görürük ki, evlilik əqdi sonrasında İslamda qadına yönəlik haqlar, öhdəliklər var, kişiyə yönəlik haqlar və öhdəliklər var. İki tərəf də öncəliklə bunları bilməlidir. Bu səbəbdən də
əslində biz bilirik ki, İslamda nicahın şərtləri içərisində nicah qıyan üçüncü bir şəxsin olması deyə bir şərt yoxdur. Yəni bildiyimiz iki tərəfin razılığı, vəli izni, mehir və iki şahid bu şərtləri bilirik, amma niyə görə bu şərtin olmamasına baxmayaraq İslam coğrafiyasında adət bu şəkildədir ki, bir daha təcrübəli, elmli bir insanın yanına gedilir ki, bizim nicahımızı qıy. Niyə görə proses bu şəkildə olur? Əslində nicah qıymaq sadəcə siz şahidsinizmi, siz razısınızmı, bundan ibarət olmamalıdır. Yəni bu işin fikri minimal tərəfidir. Əslində o nicah qıyan insan evlilik nədir? Siz hansı məsuliyyətin altına girirsiniz, bunu izah etməlidir. Çünki bu gün evlənən gənclərin böyük əksəriyyəti bu məsuliyyətin fərqində deyil. Bu fərqində olmamağın əsas səbəbi isə ümumiyyətlə biz cəmiyyət olaraq ağsaqqalsız qalmış cəmiyyətik. Yəni bunu ciddi şəkildə üzərinə basa-basa qeyd edirik ki, cəmiyyət olaraq ağsaqqalsızlıq sindromu var. Ağsaqqalsızlıq nədir? Yəni insanlar evlənərkən də, boşanarkən də, ailələrində problem yaşayarkən də və ya ticarət ortaqları problem yaşayarkən, ümumiyyətlə insanlar arasındakı bütün münasibətlərdə məsələni özünə ərz eləyəcəkləri, özlərindən yaşca, təcrübəcə, elmcə üstün insan tapa bilmirlər. Çox azdır. Çünki cəmiyyətin içərisindəyik, cəmiyyətdəki yaşlı təbəqənin səviyyəsi hansı şəkildədir? Təəssüflər olsun ki, görürük. Yəni, çox aşağıdır. Bir çox halda bəlkə də gənclər yaşlılara baxanda tərbiyə baxımından və ya digər nöqtələrdə daha üstündür bəzi yaşlılarla müqayisədə. Bu problem var cəmiyyətimizdə və olması gərəkən nicah qıyarkən əslində İki tərəfin də haqları nədir? Siz hansı məsuliyyətin altına girirsiniz? Bunun izah edilməsi lazımdır. İndi bunu qısaca izah eləyəcək olsaq, evlənərkən kişi tərəf bilməlidir ki, o qarşı tərəfi Allahın, yəni o xanımı Allahın əmanəti olaraq alır. Necə hədislərdə bildirilir ki, indi biz burada konkret ümumi şəkildə danışacağıq. Ona görə mən tək-tək hədisləri bir-bir qeyd etmirəm. Amma ümumən hədis oxuyanlar, məsələn Riyazus Salihin tipində İmam Nəvvinin kitabı oxuyanlar bu hədislərlə çox qarşılaşıblar. Yəni onlar deyir Allahın əmanəti olaraq aldınız. Bu əmanət şuuru içərisində qarşı tərəfə yanaşdıqda və ya necə deyir hədisdə sizi yetimin və xanımın haqqını tapdalamaqdan çəkindirirəm. Xüsusən hədisdə məsələn xanımı, yəni iki zəifin haqqı deyə bir də xanımın haqqı keçir. Yəni kişi tərəf bunu bilməlidir. Digər tərəfdən kişi tərəf bilməlidir ki, evləndikdən sonra xanımın dünyəvi olaraq bütün ehtiyacları, yəni ev, yeyəcək, geyinəcək, yəni dünyəvi nəfəqə dediyimiz dünyəvi ehtiyacları və uxrəvi, yəni axirətlə bağlı məsələləri kişinin məsuliyyəti altına keçir. Yəni sən qarşı tərəfin dünyəvi ehtiyaclarını təmin etməlisən və ya ayədə, hədislərdə bildirildiyi kimi onlara, xanıma qarşı yaxşı davranmaqla əmr olunmusan, sənin bu məsuliyyətindir. Digər tərəfdən sən onun axirətini də qorumaqla mükəlləfsən. Qu ənfusakum və əhlikum naran. Özünüzü və əhlinizi atəşdən qoruyun deyir Allah. Hətta bunun əksi olanda da kişi məsuliyyət daşıyır. Yəni qadın məsələn baş açıq bir qadının olması bu ailədə, yəni Allahın kişidən hesab soracağı bir şeydir. Təbii ki, yəni qarşı tərəfin Allaha qarşı bütün asiliyindən kişinin də bir məsuliyyəti var. Yəni qadının üsyanından kişinin də məsuliyyəti. Yəni kişiyə Allah bir funksiya yükləyib. O funksiya nədir? Ər-ricalu qavvamun alən-nisə. Kişilər xanımlar üzərində idarəçidirlər. Bu idarəçilik yəni zülm etmə səlahiyyəti demək deyil. Yəni üstünlük demək deyil. Deyil. Yəni bu qorumaq, yəni əslində mükəlləfiyyət yükləyir Allah. Biz baxdıqda görürük ki, evlilik əqdi əsnasında, məsələn, kişi tərəf xanım tərəfə mehir ödəyir, o xanımın malı olur, xanım istədiyi kimi ondan təsarruf eləmə haqqına sahibdir. Evlilikdən sonraki bütün mükəlləfiyyəti xanımın kişinin boynuna yüklənir. Yəni, əslində ağır yük kişiyə yüklənir. Və bütün bu ağır yükün qarşılığında, indi xanıma qarşı yaxşı davranması gərəkdir, bunları da bilməlidir, iş keçir digər tərəfə. Xanım tərəf məsuliyyətlərini, öhdəliklərini bilməlidir. Xanım tərəfin məsuliyyəti nədir? Bu evlilik əqdi ona nəyi məcbur eləyir? Evlilik əqdi ona bunu məcbur eləyir ki, ərinə itaat etməlisən. Çünki Allah dünya həyatına bir nizam qoyub. O nizam pozulduğu zaman
heç bir yerdə bir bərəkətdən, xeyirdən söz edilə bilməz. Xaos olacaq. Yəni necə ki biz bilirik ki, hər hansı bir yerdə bir şirkət varsa, şirkətdə bir nizam-intizam olur, düzdür? Yəni bəlli bir iyerarxiya dediyimiz sistem olur, itaət sistemi olur. Yəni Müdir və işçilər. Təbii ki, yəni itaətsizlik deyilən bir şey yoxdur ki. Və ya ordu varsa itaət var, şirkət varsa itaət var, dövlət varsa itaət var, düzdür? İstənilən bir strukturda itaət anlayışı var. Çünki bu olmadığı zaman xaos olacaq. Bu təbii prosesdir. Ailə də bir müəssisədir. O müəssisədə də itaət anlayışı olmadığı zaman xaos olacaq. Amma təəssüf olsun ki, qərb dırnaq içində desə mədəniyyəti bizə əksini göstərir. İstər Nəticədə göz televiziya qabağında. vasitəsilə, istər seriallar vasitəsilə. Nəticədə göz qabağındadır. Yəni bu şəkildə iki tərəf də öhdəliyini başa düşdüyü zaman, yəni xanım tərəfdə düşünəcək ki, yəni əslində bunu ayrı bir mövzu olaraq danışa bilər ki, İslamda qadın haqqları hansı şəkildə tənzimlənir? Niyə görə ayrı mövzu olaraq deyirəm? Çünki belə bir məsələ var ki, İslam şəriəti bir bütündür. Bəzən olur ki, o bütünün içərisindən bir parçanı çıxarırlar və deyirlər ki, bunun mənası nədir? Biz bunu başa düşə bilmirik. Biz deyirik ki, o parça bütünün içərisində anlam qazanır. Hə, o bütün olaraq məsələn sən qadının miras məsələsini gündəm eləyəndə, bu biri tərəfləri də dəyərləndirdiyin zaman mehir məsələsi, nəfəqənin kişinin məsuliyyətinin yüklənməsi və digər məsələləri dəyərləndirəndə görürsən ki, o bütünün içərisində hər şey öz yerli yerinə oturur. Çünki Allahın nizamında hər şey yerli yerindədir. Amma sən sekulyar və liberal bir sistem içərisində İslam şəriətindən bir parçanı götürdüyün zaman o orada bir yerə oturmur. Çünki o başqa bütünün bir parçasıdır. İndi buna ayrı bir mövzu olaraq müzakirə eləyərik. Allah nəsib eləyərsə. Yəni kişi öz mükəlləfiyyətlərini bildiyi zaman, xanım da öz vəzifəsi nədir xanımın? Ərinə itaat edəcək. İtaət dediyimiz şey isə yenə kişi nəyi biləcək? İtaət, yəni xanımın itaat etməsi kişiyə xanımına zülm etmə səlahiyyəti vermir. Yəni istənilən məsələ yox. Məsələn, Allah və Rəsuluna üsyan olan məsələdə heç kəsə itaat yoxdur. Ər daxil, valideyn kim olursa olsun itaat yoxdur. Bu bəllidir. Amma bunun xaricində bildiyimiz dünyəvi məsələlərdə itaat edəcək. Amma bunu da kişi, yəni davamlı itaat etməlisən bu şəkildə deyil də fikirlərini əsaslandıraraq etməsi daha doğrudur. Yəni deyək ki, kişi xanımından bir şey tələb eləyir. O tələb etdiyi məsələnin səbəblərini əsaslandıra bilsə, onları qeyd etsə, qarşı tərəf də daha rahat bir şəkildə itaat edir. Çünki insan elə varlıqdır ki, bir məsələyə, bir şeyə itaat eləyərkən onun səbəblərini də, hikmətini də bir baxıma bilmək istəyir. Yəni bu itaat məsələsini də bəzən kişilər sui-istifadə edirlər. Yəni bunları bir-birindən ayırmaq lazımdır. Qadının digər vəzifələri də biz bilirik ki, əsasən ailəsi ilə bağlıdır, evində olacaq, yəni evinin ehtiyaclarını, övladı və digər ehtiyaclarını təmin edəcək. İndi qadın işləməlidirmi, deyilmi falan. Bunlar da ayrı bir müzakirə mövzusudur. Çünki bu gün bunlar da təsir eləyir mənfi şəkildə evliliyə. Amma bizim qadın evində olmalıdır deməyimizdən qadın işləyə bilməz kimi bir məna çıxmır. Sadəcə hansı hallarda, hansı yerlərdə işləyər və bu ailəsin çərçivəsində o şərtlər var ki, onlar ayrı, yəni bunları birindən ayırmaq lazımdır. Amma qadının əsli yeri çöl deyil. Biz deyək ki, məsələn, xanım həkim işləyir və ya müəllimə işləyir və ya önəmli bir sahədə işləyir, həm insanlığa faydalı, cəmiyyətə faydalı, həm də öz ehtiyacını da, ailəsinə dəstək olacaq bir şey. Yəni burada bir qəbahət yoxdur. Öz evindəki vəzifələrini yerinə yetirdiyi müddətcə burada bir qəbahət yoxdur. Amma bu gün işləmək məsələsi ailə həyatına alternativ kimi təqdim edildiyinə görə işləmək ayrı bir problemə çevrilib. Yəni xanımın işləməsi evlilik həyatına alternativ kimi təqdim edilir. Yəni bu nə deməkdir? Məsələn, düşünün ki, xanımın itaətindən söz edilir. Deyilir ki, məsələn, xanım neyniyəcək? Normalda ailə sistemi necədir? Kişi çöldə işləyir, vəzifələri daha çox çöldədir. Evinə gələcək, düzdür. Evinə gəldiyi zaman istəyər ki, onu gülər üzlə qarşılayan bir xanım olsun, o yeməyini, çayını və digər o ehtiyaclarını, məsələn, bunları etsin, məsələn. İndi bu qisminə gəldikdə, xanım bunu mən başqasının xidmətçisi deyiləm, qulluqçu deyiləm kimi bənzər şeylər. Amma bu səbəbdən ailəsini dağıdan xanımlar gedir nəticədə başqa yerdə işləmək məcburiyyətində qalır. Və hamısı hardasa rəis işləmir. Düzdür? Böyük ölçüdə məsələn, hər hansı bir xanımın stüardessa işləməsi onun üçün böyük bir, yəni bugünkü liberal məntiqlə baxanda, düzdür, yüksək gəlirli, fərqli ölkələr də olur, düzdür. Amma yüzlərlə insana xidmət eləyir.
ki, sən də çox səfərlərdə olursan, bilirsən də, yəni təyyarədə, yəni yüzlərlə insana xidmət eləyir. Yəni bir ərinə xidmət etməyi öz nəfsinə sığışdırmayan xanım başqalarına xidmət etməyə azadlıq görür. Halbuki orada bəlli geyim qaydasında, bəlli davranış qaydası, hər şey qəlbi otuzdurulub, amma bu azadlıq görür. Bir də təəssüf ki, bu azadlıq sözünü tam fərqli bir yozurlara belə deyək də, yəni azadlığı tam fərqli bir şey hesab eləyirlər. Yəni azadlıq tam olaraq belə deyək də, yəni ki, qadın işləyirsə, bu tam olaraq bir azadlıq demək deyil də, yəni. Təbii ki, deyil. Yəni isə normalda qadın işləmək xanım fitrətinə zidd bir şeydir əslində. Biz deyirik ki, xanım illa evindən çıxacaqsa, zəruri bir şey üçün çıxsın. Yəni tip kimi, məsələn, həkimlik kimi cəmiyyətə faydalı bir sahə üçün və ya müəlliməlik kimi bənzər sahələr. Yoxsa ki, xanım fitrətinə zidd bir şeydir. Yəni təsəvvür elə ki, deyək ki, indiki məsələn bir yerdə saat 8-də işə başlayacaq, səhər vaxtı. Bizim tıxacları da nəzərə alacaq olsaq, bu saat 6-dan oyanmalıdır, hazırlaşmalıdır. Bir müddət hazırlaşacaq, sonra çıxacaq. Tıxaclar səhər şəhərin o ab-havası içərisində gedəcək, bəlli yerdə işləyəcək, axşam yenə eyni vəziyyətdə evinə qayıdacaq və bütün ayı bu şəkildə olacaq. Xanım bunu istəməz normal. Yəni bəzən deyirlər, İslamda təşviq edilmir xanım işləmək. Sanki işləmək çox yaxşı bir şeymiş kimi, yəni. Yəni sanki kişilər yəni gülə oynaya gedirlər. Yəni işləməyə çox belə sevinərək. Yəni deyir, qalsın evində istirahət eləsin də. Kişinin məsuliyyətinə yükləyir də bunu. Ağır bir, çətin bir iş olduğuna görə. Çətin iş olduğuna görə kişi daha soyuqqanlı, daha ağır məsuliyyətin altına girmə qabiliyyətində yaratdığına görə Allah kişini mükəlləfiyyəti ona yükləyir. Qadın fitrəti bunu istəməz. Məsələn, deyək ki, qadının bəlli yaş aralığında, xüsusən gənclik dövründə ayının ən azı bir həftəsi təbii xəstəliklə keçir. Düzdür? Ay halı ilə keçir. Yəni ayın bir həftəsi bu vəziyyət, o vəziyyətdə ayədə necə keçir? O bir əzadır. Düzdür? Deyir, səndən soruşulan vaxtda o bir əzadır deyir. Həmin vaxtı xanımın səhər oyanıb, hazırlaşıb, o vəziyyətdə getməsi, eləməsi çox həqiqətən həm fiziki mənada ağır bir şeydir. Yəni bədəni baxımından ağır bir şeydir, həm də psixoloji baxımdan da ağır bir dönəmdir. Bu məcburiyyəti yükləyirlər bu tərəfə. Niyə görə xanımı işçi qüvvəsi olaraq çölə çıxardılar? Çünki ucuz işçi qüvvəsidir. Çünki kişinin işləmədiyi pula işləyir, daha rahat idarə ediləndir. Yəni bu əslində xanıma yaxşılıq deyildi. Və işləmək məsələsi gündəm olduqca ailə zəifləməyə başladı. Yəni biz bunu boşanma məsələsi ilə bağlayırıq. İki tərəf də öz qısaca toparlayaq, çünki bunlar hamısı ayrı-ayrı saatlarla danışacaq məsələlərdir. İki tərəf də öz mükəlləfiyyətlərini, öz öhdəliklərini, vəzifələrini bildiyi zaman və buna əməl etdiyi zaman ciddi şəkildə boşanmanın qarşısı alınmış olur. Birinci səbəb budur. Digər səbəblərə keçək, ya əlavən varsa və sualın varsa? Belə bir sual deyə bilərəm ki, yəni yəqin ki, bu izləyicilərin də bir ağlından keçən bir sualdır. Nəyə görə 50-60 il əvvəllərdə bu qədər boşanma çox yox idi? Söhbət bizim cəmiyyətdən gedir, yəni Azərbaycan cəmiyyətindən. Amma bugünkü gündə bu qədər boşanmağın çox olduğu bir cəmiyyətə gəlmişik. Yəni bunun səbəbi nədir? Eyni proses bütün cəmiyyətlərdə gedir. Yəni ən azı bizə yaxın olduğu üçün və ya tez-tez gəlib gəldiyimiz üçün Türkiyədə də bənzər vəziyyətdədir. Yəni 50-60 il öncəsi daha yaxşı idi. Bu mövzuda və bənzəri mövzularda indi daha fərqlidir. Əslində daha əvvəl dediyimiz o səbəblərin içərisində bunlar da getdi. Yəni biz baxacaq olsaq, xanımlar ümumiyyətlə cəmiyyət elə bir propagandaya məruz qalır ki, çünki bir 60 il öncə yaşayan insanların ortaq bir yerdən idarə edilmə şansı nə qədər var idi? Baxın, zehni baxımdan deyirəm. 60 il öncəki insanlar düşünün, ortaq məlumatı hardan əldə edirdilər? Deyək ki, radio və ya televiziya var idi. Televiziyada çox məhdud, senzuralı, az məlumat əldə edilirdi və televiziya nə qədər insanlara çatmışdı? Çox az insanlar, düzdür. Daha çox insanlar kəndlərdə yaşayır. Şəhərləşmə də bu səviyyədə deyildi. İnsanlar daha çox kəndlərdə yaşayır. Yəni insanlar zehni baxımdan ortaq yerdən idarə edilmirdi. Amma elə bir vəziyyətə gəlir ki, media ümumiyyətlə insanlığın son 30 ilindəki inkişaf bəlkə də əvvəlki dövrlərə baxanda bir neçə əsrdəki inkişaf idi. Son 30 ildə media o qədər sürətli inkişaf elədi ki, məsələn biz öz uşaqlığımız dövründən götürsək, bir gözümüzə astıq ki, televiziya artıq mənasız bir şeyə çevrilib. Sosial media həyatımızı o qədər işğal elədi. O qədər sürətli. Sürətli getdi proses. Və insanların hamısı elə vəziyyətə gətirildi ki, insanların hamısının zövqü eynidir artıq. Həssasiyyətləri eynidir.
düşüncələri eynidir, geyim zövqü, yemək zövqü, hər şey eynidir. Niyə? Çünki eyni yerdən idarə olunur. Yəni eyni şeylər təqdim olunur. Və əksəriyyət də serialların yetişdirdiyi nəsildir. Serialların yetişdirdiyi nəsil də bu şəkildə olacaq. Çünki əvvəlki, məsələn, indi bu gün və yaxud da belə bir şey demək ola bilərmi? Yəni ki, keçmiş nəsildə istər qadının, istər kişinin qorxacağı bir dəyər var idi. Bu dəyərlərdən biri o bilər İslami dəyərlər olsun, istər ola bilər ənənə olsun, ola bilər də ictimai qınaq olsun. Və bunun özü də bir yaxşı bir ünsur idi ki, ailənin bir yerdə qalması, yəni sonacan düzgün şəkildə davam eləməsi. Ən azından ictimai qınaq var idi. Təbii ki, bu səbəblərdən birisidir. Amma hal-hazırda ictimai qınaq bəlkə də əksinə çevrilib. Xüsusən şəhərin bəlli yerlərində, yəni bəlkə də boşanmaq daha üstün bir şey kimi sayılır. Hətta təəssüflər olsun ki, belə hallar da görürük ki, məsəl üçün qızını toy eləyən zaman qıza açar verir ki, bu da mənim evimin açarı. Yəni sabah yoldaşın bir nəsə eləsə, üstünə qışqırsa gələrsən. Üstünə qışqırsa gələrsən, həmin atanın evi hazırdır. Yəni hətta otaq belə ayrı. Amma əvvəl başqa cür deyilmiş tamamilə. Məsələn, bilirik ki, əvvəllər məsəl üçün keçmişdə kişilər nə edirdi? Yəni qadının özərinə bu da hardasa gəlir itaətə dayanır ha. Mən sizə deyim ki, onun keçmiş nəsillərdən də onu görmüşük. Keçmişdə xanım ərinə itaət edir. Evdə böyüyən qız anasının, atasının itaətini görürdü. O da getdiyi yerdə necə davranacağını bilirdi. Amma bu gün qız elə böyümür axı. Gözünü açır ki, evdə dedi ya ayədəki ər-ricalu qavvamun alə-nisa indi dəyişib. Yəni görür ki, evdə ana söz sahibidir. Hə, belə evdə böyüyən qız getdiyi yerdə ərini idarə etməyə çalışır. Yəni bu gün bu vəziyyət var. Və dedik ki, burada da o ictimai qınaqdan üzr istəyirəm sözü kəsdim. İctimai qınaqdan belə də bir şey demək olar ki, məsələn, keçmişdə qadınlar qorxurdu ki, məsələn, deyək ki, mən yoldaşımla sözümüz üst-üstə düşmədi, müəyyən problemlər oldu, mən boşandım. Mənim sonrakı həyatım necə olacaq? Evlənə biləcəm yoxsa yox? Amma təəssüflər olsun, maddi bax, biraz o təsirlər də vardı. Düzdür, o dövrdə də kişilərin biraz bundan istifadə edib zülm eləməsi halı var idi. Bu da başqa bir dərddir. Çünki bizim 50-60 il keçmişimizdə İslam yox idi əslində. Sadəcə mentalitet vardı. Mentalitetin içərisində İslamdan olan bəzi nüanslar vardı, müsbət. Mənfilər də vardı. Çünki mentalitet tərəfinə də toxunacağıq. Mentalitetin də müsbət və mənfiləri var. Bəli. Amma bu gün ciddi şəkildə bu şeylərə media təsir eləyir və medianın təsiri məsələsi necədir? Bax burada da bir nöqtəyə vurğu eləyək. Məsələn, belə bir sorğu keçirilsə, bilmirəm belə bir sorğular keçirilir yox. Deyək ki, bir küçə reportajı edilsə ki, boşanmaların səbəbi nədir? Şəhərdə təsadüfən hər hansı bir adama mikrofonu uzatsa səbəb nədir? Əksəriyyət deyəcək ki, sosial problemlərdir, maddi problemlər. Bu səbəbdirmi? Bəli, səbəbdir sosial problemlər. Amma sosial problemlər zənnimcə şişirdildiyi qədər ciddi səbəb deyil. Çünki sənin dediyin kimi 50-60 il qabaqda yaşayan, əvvəl yaşayan insanlara baxanda daha kasıb idilər. Hə, yəni o bizim, yəni bu gün bizim yaşadığımız həyatla müqayisə edəkdə təbii ki, həyatları çox çətin idi. Yəni bir xanımın yaşantısını düşün. Kişilərin həyatı çox da dəyişməyib. Belə indi bəlkə daha da çətinləşib. Hə, amma məsələn bir xanımın yaşantısını düşün. Biz uşaqlıqdan məsələn nənələrimizi necə görmüşük? Eyni anda bu heyvana baxır, düzdür? Böyükbaş heyvan, toyuq saxlayır, heyvanın südünü sağır, oradan qatıq pendir düzəldəcək evində, gedib pambıqda işləyir, tarlada işləyir. Eyni anda da hamısının bir 9-10 dənə uşaq olur. 9-10 dənə uşaq olur. Kənd yerlərində elə idi. Bəli. Yəni bu qədər işin gücün arasında 9-10 dənə uşaq da olmaz və bunları böyütmək çox çətin bir prosesdir əslində. İndi maraqlısı odur ki, və əxlaqi keyfiyyətləri də yüksəkdir. Baxmayaraq ki, məsələn, o vaxtda yenə dediyim kimi İslami bir şey olmasa belə, yəni cəmiyyətin o ictimai qınaq anlayışı, mentalitet, ənənə məsələsində, yəni əxlaqı bu günə nəzərən götürsək daha yüksəkdir. Hə, indi nəyə gətiririk? Bir 60 il öncə yaşayan bir xanım bu qədər iş görürdü. Çöldə işləyir, evində işləyir. Yəni çox çətinlik dönəm vəziyyəti. Və bu gün xanımlar, düzdür, indi dinləyənlər içərisində deyirlər ki, yenə çox çətinlik içərisində olanlar və bəli, var. Sadəcə mən ümumi şəkildə deyirəm. Məsələn, əksəriyyətin evində paltaryon maşını var, düzdür, paltar yumuş. Əksəriyyətin ümumiyyətlə evdə iş adını elədiyi sadəcə düyməyə basmaqdır. Məsələn, paltaryon maşının düyməsinə basacaq. Hətta tostoronun belə robotu var. Yəni, artıq ora doğru gedirik. Biraz imkanlı olan adamlar sadəcə yəni, düyməyə basır, hər şey hazırdır. Belə bir vəziyyətdə bütün günü yorulan və özünü bədbəxt hiss edən insanlar formalaşıb.
Amma o insanlar çox daha xoşbəxt idi. Bu qədər problemin içərisində yaşayan, o 50 il öncə yaşayan insanlar daha xoşbəxt idi. Amma indi insanlar daha bədbəxt hiss edir özünü. Demək, əslində bu da başqa bir mövzudur. Bunların hamısı ayrı-ayrı podkast. O bizə görə problemdir də. Onlar üçün həyatın bir yaşantısı idi onlar. Hə. Bizə görə amma problem idi. Bunu da yenə kamera arxasında olan qardaşlar unutmasalar xatırladarlar. Xoşbəxtlik və bədbəxtlik nədir? Sırf psixoloji aspektdən bunu danışarıq ayrı bir mövzu olaraq. Burada əsas səbəblərdən birisi əslində insanlar digərləri ilə özünü müqayisə etdiklərinə görə xoşbəxt ola bilmirlər. Baxın, bu barədə bir hədis də var da. Dünyəvi imkanlarda özünüzdən aşağılara baxın, bu şükr etməyiniz daha uyğundur. Amma elmdə, təqvada, fəzilətlərdə özünüzdən yuxarılara baxın, çatmağa çalışın. Bu gün hər kəs dünyəvi mənada özündən daha yuxarılara baxdığına görə heç vaxt olduğu məqamda rahatlıq tapa bilmir. Və yarışma olduğuna görə rahatlıq tapa bilmir. Və bunu digər tətikləyən ünsur da dediyimiz kimi mediadır. Çünki düşünün ki, seriallar izləyən birisi. Seriallara davamlı nə göstərilir? Böyük evdə yaşayırlar. İstədikləri hər şey var. Maksimum ofisdə işləyirlər. Ofisdə də yəni ona kağız verdi, buna sənəd verdi. Axşam işə hazırdır. Belə bir vəziyyətdə məsələn indi biraz başqa bir mövzuya gedirik. Türkiyəyə məsələn gedəndə görürsən insanlar işsizlikdən şikayətlənirlər. Halbuki baxırsan ki, iş sahibləri də işçi tapa bilmirlər işlətməyə. Niyə görə? Çünki iş bəyənmirlər. Düzdür, işsizlik problemi də var. İndi biz burada müəyyən belə deyim rejimlərin etdiyi xətaları müdafiə eləmirik. Sadəcə biz əvvəlki ilə müqayisə baxımından deyirik ki, insanlar artıq o serialların yetişdirdiyi insanlar olduğuna görə elə vəziyyətə gəlib ki, yəni xanım öz ehtiyacına uyğun ev olsa belə seriallardakı evi görmür. Seriallarda o həyətli, bağçalı evi görmür. Seriallardakı maşınları görmür, seriallardakı yaşantını görmür. Hətta uşaqlar. Çünki cizgi filmlərini görsəz, məsələn uşaqlarımızın izlədiyi cizgi filmlərini görsəz, əksəriyyətində necədir? Davamlı ata evdədir, ana evdədir, nənəsi, babası, davamlı bu gün nə əyləncə eləyəcəyik. Uşaq ancaq bunu görür. Amma real həyat belə deyil axı. Real həyatda sıxıntı da var, nəsə çatmır, eləmir. Və real həyatda bunu görmədiklərinə görə, yəni təsəvvür edin ki, həyat standartları artır, yəni həyat imkanlar artır, amma intihar artır, boşanma artır. Yəni demək ki, bunu %100 sosial problemlə bağlamaq doğru deyil. Hətta tam əlimdə dəqiq statistikalar yoxdur, amma araşdırıla bilər. Sosial vəziyyətin çox yaxşı olduğu ölkələr yenə boşanma və intiharlarda ilk sırada olan ölkələrdir. Yaponiyada məsələn, mən bildiyim intiharlar hədsiz artıbdır. Halbuki yəni hər şeyə sahibdilər. Amma həyat mənasını itirib artıq. Düzdür, başqa səbəblər də var orada, həyatlarında dinli olmamağı falan, bu bəlli səbəblərdir. Yəni boşanma əvvəlki illərlə müqayisə etdikdə bu dediyimiz səbəblər də artmağın səbəblərindən birisidir. Yəni insanlar əslində doyumsuzluq yaşayırlar. İndi burada bəzi səbəblər qeyd edirik. Biz bu səbəblər özü dediyimiz kimi ayrı-ayrı çox ciddi açılması gərəkən məsələlərdir. Amma ümumi şəkildə qeyd edək, nəsib olarsa sonra bunlara ayrı-ayrı danışarıq. Hal-hazırda boşanmaların səbəblərindən ciddi şəkildə ki, buna toxunduq, biraz daha dəqiq olsun deyə deyirəm. Səbəblərindən birisi ümumiyyətlə xanımların feminist təsir altında qalmasıdır. Yəni feminizm əslində yəni bu da bərabər hüquqluqla belə deyirsən. Bərabər hüquqluq məsələsi deyil əslində. Feminizm özü ayrı bir müzakirə mövzusudur. Sadəcə feminizm nədir, tarixdə yəni hansı şəkildə tətbiq edilir, bunlar hamısı ayrı məsələdir. Bu gün feminizmdən başa düşülən onu nəzərdə tuturam ki, yəni mütləq şəkildə əslində bərabər hüquqluq deyə bir şey qalmayıb artıq. Yəni qadın üstünlüyü. Yəni belə bir vəziyyətə gəlibdir. Qadın üstünlüyü və davamlı qadının diktə eləyən tərəf olması. Bu kişi fitrətinə də ziddir. Yəni Allah kişiyə ağır mükəlləfiyyətlər yükləyib, qeyd elədik. Amma fitri olaraq da kişi özünə itaat edilməsini istəyir ailəsində. Əslində fitrəti pozulmamış xanım da güclü kişinin yanında olub ona itaat etməyi arzulayır. Allahın yaradılışı edər. Yaradılışı edər. Fitrəti pozulmamış xanım özünə itaat edən kişini sevməz.
Yəni fitrəti pozulmamış xanım bu o demək deyil itaat yəni xanımın heç bir təklifi qəbul edilməyəcək. Bu deyil. Biz bilirik Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatında Hudeybiyyədə məsələn Ümmü Sələmə anamızın təklifi üzərinə Allah bir hərəkət edir. Bunları bilirik ümumi şəkildə. Yəni təbii ki, ailəyə dair bir məsələ varsa istişarə ediləcək, məsləhətləşiləcək, xanım öz fikrini deyəcək. Hə, amma məsələ nədir? Əsas qərar verici kişidir. Yəni bu Allahın qoyduğu nizamdır. Bu nizamı qəbul etmir xanımlar və feminist hissəsində diktə edən tərəf olmaq istəyir və bu dediyimiz kimi xanımın öz fitrətinə ziddir. Hətta yəni kənardan eşitdiyimiz qədərilə xanımlar öz aralarında da bəzi xanımlar ərinin xasiyyətinin biraz daha sərt olması ilə öyünürlər bəzən. Yəni bizim kişinin xasiyyəti sərtdir məsələn. Yəni müsbət bir şeymiş kimi. Çünki xanım demirəm sərt xasiyyətli olar. Ondan getmir söhbət. Sadəcə bir şeyə çatdırmaq istəyirəm ki, xanım fitrəti, qadın fitrəti bu da əslində. Yəni qadın fitrəti sığınma ehtiyacı içərisindədir. Kişi idarə edən olmalıdır. Yəni bu Allahın qoyduğu nizamdır. Amma feminizmin gətirdiyi odur ki, qadın diktə eləyəcək. Diktə eləyən tərəf olacaq. Bu da belə olduğu zaman deyək ki, qadın diktə eləyir. Baxın, bu dediyimiz biz ümumi cəmiyyətimiz dəyərləndirilir. Mömin təbəqə də bundan istisna deyil. Hal-hazırda mömin, namazlı, təsəttürlü, 5 vaxt namazlı xanımların bir çoxunda da bu xəstəlik var. Yəni diktə eləyən tərəf olmaq istəyir. Təkrar deyirəm, bu o demək deyil ki, ər ona zülm eləyə bilər. Biz bunu demirik. Ümid edirəm ki, səhv başa düşülmür. Yəni elə danışırsan ki, biz burada elə başa düşürə bilər ki, sanki biz burada kişiləri müdafiə edən tərəfdəyik. Elə deyil. Əksinə bizə ailə problemləri ərz edildiyi zaman mən yəni üzrəm xanım tərəfə, yəni öz xanımı deyirəm ki, sən nəsihət eləyərkən bacıya, xanıma kişi haqlarından danış. Mən qardaşa nəsihət eləyərkən xanım haqlarından danış. Yəni əks mövqedən çıxış eləyək ki, yəni elə o şey. Amma sadəcə burada biz ümumi bir dəyərləndirmə eləyirik. Və bu dəyərləndirmədə onu qeyd edirik ki, müsəlman xanımlar da diktə eləyən tərəf olmaq istəyir. Belə olduğu zaman nə olur? Kişinin əgər yəni normal xarakterli birisidirsə, ya xanım o mövqeyini dəyişir, birinci variant. İkinci variant ailə dağılır. Üçüncü variant kişi itaəti qəbul edir və ailə davam edir. Başqa variant olmur yəni. Və o Allahın nizamı dəyişir yəni. Allahın nizamı dəyişir. Və o ailədən də sağlam uşaq çıxa bilmir. Oradan çıxan xanım da gedir, o şəkildə davam edir. Oradan çıxan oğlan uşağı da cəmiyyət pozulur. Xanımla başqa birisi ilə evlənərkən artıq özünə ağa almış kimi düşünür də, yəni o vəziyyətə gəlir. Yəni artıq nizam pozulur. Bu vəziyyətə gəlinir. Bu feminizmin təsiridir. Deyirəm, bunların hamısını açmaq olar. Digər tərəf deyim, indi deməsinlər ki, yalnız kişilər tərəfindən çıxış elədi. Evlilikdə boşanmalara səbəb olan ünsürlərdən birisi də, yəni dedim, bu dediyim səbəb də cəmiyyətimizdə də var, mömin təbəqədə də bu şeyi görmüşük. Kişilərin zülmləri var. Bu da var. Xanım tərəfə. Mömin təbəqədə də var, təəssüf olsun ki. Və bu zülmlər fiziki tərəfdən yoxsa psixoloji tərəfdən? İkisi də var. Yəni bəzən olur ki, deyək ki, xanım bir tətikləyici bir şey eləyir, kişi zülmür. Bəzən olur ki, xanım fitrətən heç elə deyil, çox itaatkardır, amma əri yola gediləcək birisi deyil. Məsələn, bir hədis var ki, müsəlman özü ilə ünsiyyət qurula bilən insandır. Bəzi adamlar var ki, bununla ünsiyyət qurmaq mümkün deyil. Bilirsən ki, bu adamın ailəsində 100% problem var. Çünki danışa bilmir bu adam. Çobuddur. Baxın, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, Allah bir kimsəni yumşaq xasiyyətlilikdən məhrum edibsə, onu bütün xeyirlərdən məhrum edib. Bəzi kişilərdə bu var yəni. Yəni bunu dönə-dönə vurğuladıq ki, xanımın ərinə itaəti bu o demək deyil ki, kişi evə girdiyi zaman əmir verici üslubda belə deyil. Çünki biz sünnədə nəyi öyrənirik? Kişi evə girdiyi zaman gülər üzlə girəcək, hədiyyə alacaq, xoş söz deyəcək, düzdür? Yəni bu zülm səbəbi deyil. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dönə-dönə vurğulayır ki, mən xanımlarımı döymürəm. Yəni Allah Rəsul xanımlarla nə qədər əziyyətlər görsə də, xanımlarına qarşı xoş davranırdı. Bunları bilir. Sizin ən xeyriniz öz xanımlarına qarşı yaxşı davrananınızdır. Məxsusən Allah Rəsulu bax sizin ən xeyriniz xanımlarına qarşı yaxşı. Niyə görə bu şəkildə vurulur? Çünki insanın həqiqi
üzünün nə olduğunu xanımı bilir. Bir kişinin həqiqi nə olduğunu, yəni onun dostları bilmir. Onun oturub durduğu mömin çevrə, qardaşlar, hocadırsa tələbələri bu bilmir. Əsli nə olduğunu xanımı bilir. Çünki onun ibadətdə nə qədər ciddi olduğu, əsəbləşəndə özünü nə qədər idarə elədiyi. Çünki ailədə olur axı bir çox problem. Onun nə olduğunu xanımı bilir. Onun üçün də qiyamət günü ən ciddi şahidlik xanımla kişinin bir-biri haqqında elədiyi şahidlikdir. Yəni onun şahidliyi həqiqi şahidlikdir. Bir adam öldüyü zaman xanımın ürək rahatlığıyla o yaxşı insan idi, Allah ondan razı olsun deyirsə, demək o yaxşı insan idi. Bəlkə də çöldəki 50 nəfərin şahidliyindən bir onun xanımın şahidliyi daha yaxşıdır. Eyni şey bir kişi xanımı üçün o yaxşı insan idi, Allah razı olsun ondan deyirsə, bu şahidlik çox böyük bir şahidlikdir. Bu baxımdan kişilərdə zülüm var. Və çox qəribədir ki, bizə yaxınlaşırlar bəzi qardaşlar, deyirlər ki, eşidirik başqa ailələrdən, bəs xanımlarda dikbaşlıq var, bu barədə danışın. Bəzi qardaşlar yaxınlaşır ki, eşidirik bəzi ailələrdən qardaşlar xanımlara zülm eləyir, bu barədə danışın. İkisi də deyilir yəni. Yəni, cəmiyyətdə ikisi də var. İndi bu zülmün səbəbi nədir? Yəni, o kişilərdə olan xanımlara zülmün səbəbi nədir? Birinci səbəb adət-ənənədir. Baxın, biz adət-ənənənin mentalitetinin müsbət tərəflərini dedik. Xüsusən, kənd bölgələrində yaşayan, orada böyümüş, yetişmiş, müəyyən adətlər içərisində yetişmiş kişilər, mömin olsa da, Quran, hədislər oxusa belə, o adətlərin təsirindən çox çıxa bilmirlər. Və bu adətlər nədir? Deyək ki, o bölgəyə məxsus bir hal var. Yəni, o bölgədə, məsələn, deyək ki, xanımlara bu qadağandır. Bu da xanımdan onu tələb edir. Deyirsən ki, İslamda bu qadağandır. Yox, məsələn. Sən bunu nə haqla? Yox, bizdə adət belədir. Bu sənin adətindir. Sənin adətin əgər İslamda belə deyilsə, sən buna görə niyə ailənə problem çıxarırsan? Yox, bizdə bu pis qarşılanır. O sizin öz mədəniyyətinizdir. Bu İslam deyil. Bəzən olur ki, adət-ənənəni İslam deyə təqdim edirlər. Və bunu da praktikada mən çox görmüşəm. Yəni, o batil adətlərin ailəyə mənfi təsirlərini də çox görmüşəm. Digər tərəfdən, İslamda xanımın ərinə itaəti və bənzəri məsələlərdən sui-istifadə edildiyi hallar da var. Yəni, kişilər bundan istifadə edirlər, təəssüf olsun ki. Yəni, və xanımlarına həm fiziki, həm psixoloji təzyiq vasitəsi kimi bundan istifadə edirlər. Bu hallar da var ki, bu danışığımızda da yəni, niyyətimiz odur ki, dinləyənlər içərisində kimsə yəni, buradan bir nəsihət alıb ailəsində bir düzəlməyə gedəcəksə, bu yəni, bizim üçün nemətdir ki, axirətdə bizim üçün ciddi bir savab qaynadır. Çünki bilirik ki, şeytan ən çox ailəni dağıtmaq üçün çalışır. Biz də çalışırıq ki, yəni, danışdıqlarımız həm özümüzə, həm öz ailəmizə, həm də dinləyənlərə faydalı olsun. Fayda baxımından da deyir ki, dediklərimizdə həm xanımlara, həm kişilərə baxan tərəfi var. İki tərəfdə inşallah ki, öz o nəsihətini götürərlər. Ömər müəllim, bax biz bu dəqiqələrə qədər ancaq boşanmağın səbəblərindən danışdıq. Bax bu səbəbləri ortadan qaldıracaq, bu boşanmağın qarşısını alacaq çarə nədir? Hansı yolu getməliyik ki, bu boşanmalar olmasın, cəmiyyət olaraq deyirəm. Əslində biz səbəbləri qeyd edərkən içərisində çarələr də qeyd olunur zənnimcə. Yəni dinləyənlər başa düşürlər, yəqin ki, çarələr də içində gedir. Yəni bir baxıma çarə və səbəb bir-birindən bağlantılıdır. Bu baxımdan ikisini bərabər qeyd eləyək. Yəni bundan sonra qeyd eləyəcəklərimiz içərisində. Öncəliklə çarə olaraq bunu qeyd eləyə bilərik ki, biz hədislərdən görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz öz xanımında xoşlanmayacağı bir hal, bir xüsusiyyət gördüyü zaman xoşlanacağı tərəfləri düşünsün. İndi xoşlanacağı tərəfləri düşünsün qismi əslində çox gözəl açar bir söz də, çox həqiqətən. Yəni bu tərəfdən düşünəcək olsaq, illa ki qarşı tərəfdə qüsurlu nələrsə ola bilər. Həm xarakterində, həm yəni başqa tərəflərdə qüsurlu nələrsə ola bilər. Yəni bir-birinin xoşa gəlməyəcək bir əməlləri ola bilər də. Bu həm xanım yəni kişi üçün düşünməlidir, həm də kişi öz xanımı üçün düşünməlidir ki, əslində burada hədisdə bildirilən insani münasibətlərdə evlilik daxil bizim
əsas problem yaşadığımız nöqtələrdən birisi odur ki, qarşı tərəfə mükəmməllik yüklüyürük. Mükəmməllik yüklədiyimiz zaman, yəni evlənmədən öncə qarşı tərəfi mükəmməl birisi olaraq zənn edirik zehnimizdə. Belə bir şey formalaşdırırıq sanki. Və evlilik əsnasında da, yəni evlilik əqdi sonrasında illaki problemlər çıxır. Yəni fərqli səbəblərdən problemlər çıxır və bu problemlər çıxdığı zaman o zehnində formalaşdırdığın mükəmməl fiqur qırılır. Və bu ümumiyyətlə ailənin qırılmasına səbəb olur. Bu baxımdan biz öncəliklə zehnimizi düzəldəcək olsaq ki, biz mükəmməl birisi ilə evlənmirik. Bunun qüsurları da olacaq. Yəni xarakterində problemlər də olacaq. Bu tərəfdən yanaşdıqda qarşılaşdığımız problemlərdə çox da sıxıntı olmur. Çünki hədisdə bildirildiyi kimi, yəni onun qüsurlu tərəflərini görsək belə, müsbət tərəflərini də görmüş oluruq. Müsbət tərəfləri ön plana çıxardığımız zaman münasibəti davam etdirə bilirik. Bu zənnimcə önəmli bir çarədir. Digər səbəb və ya çarə olaraq bunu qeyd edə bilərik ki, evlilik, biraz indi bu qismini bilməm hansı şəkildə deyim ki, biraz uyğun olsun. Evlilik əqdi iki tərəfin də bir-birinə cinsi mənada halal olması əqdidir həm də. Evliliyin ciddi bir bölümü cinsəlliklə bağlıdır. Və bu Allahın qoyduğu bir nizamdır. Yəni iki tərəfdə də bir-birinə qarşı meyillilik var. Xüsusən məsələn ayədə necə keçir? Zuyyinə lin-nasi hubbuş-şəhavati minən-nisə. İnsanlara bəzəkli göstərilir və ilk olaraq Allah təala buyurur ki, xanımlara qarşı şəhvət. Yəni iki tərəfdə bir-birinə qarşı meyillilik var və bu meyilliliyin dünya şərtlərində halal dairədə olması nicah əqdi ilə mümkündür. Nicah əqdi sonrasında bu cinsəllik dediyimiz məsələ evliliyin önəmli bir bölümünü tutur. Baxın, həm fitri olaraq önəmlidir bu məsələ, həm də günümüz dünyasında çox önəmlidir. Çünki günümüz dünyası müsəlmanların dizayn etdiyi dünya deyil. Bizim cəmiyyətimiz daxil. Günümüz dünyası sekularizmin, liberalizmin hakim olduğu bir dünyadır. Və görürük ki, hal-hazırda insanlığı idarə etdikləri əsas nöqtələrdən birisi cinsəllik məsələsidir. Media vasitəsilə bu davamlı, yəni insanların o ehtiyacı davamlı tətiklənir və bugünkü çılpaqlıq da bəllidir. Yəni elə bir vəziyyətə gətirilib ki, insanların zehni davamlı cinsəlliklə doludur. Mən də bəzi şeyləri müəyyən qədər açıq danışmaq məcburiyyətindəyəm. Normalda bu şəkildə danışmıram, ən azı kamera qarşısında, amma madəm danışırıqsa bu mövzuda məcbur deyilməlidir. Hətta bunu biz kitabda da qeyd etmişdik ki, Freydin yəni belə bir sözü vardı ki, insanlar dini inancları yox etməliyik və insanların beynini cinsəlliklə doldurmalıyıq. Cinsəlliyi din yerinə insanların həyatına otuzdurmalıyıq. Bunun əslində cinsəlliyi bir tələbat gözü ilə də baxa bilərik də. Necə ki, onu dedik bax, tələbat tərəfi fitridir, bu var. Amma tələbat normadan çox vəziyyətə gəlib. Səbəb nədir? Çünki cəmiyyət bu gün belə dizayn edilib. Yəni bugünkü çılpaqlıq, açıq-saçıqlıq, media və digər vasitələrlə elə vəziyyətə gətirilib ki, insanların həyatının əsas ünsürü halına gətirilib. Yəni siz açıq, yəni topluma, cəmiyyətə baxsaz, həyatında din olmayan insanların cinsəlliklə bağlı heç bir sərhəddi yoxdur. Böyük əksəriyyətin, ən azı kişilərin. Düzdür? Bəli. Heç bir sərhəddi yoxdur. Və belə bir cəmiyyətdə yaşayan bir müsəlman, düşün, bir fitri tərəfi var, bir də belə bir imtahan edilir belə bir cəmiyyətlə və nicah əqdi də qeyd etdik ki, zaten önəmli bölümü evliliyin cinsəlliklə bağlıdır. Bu tərəfini həqiqi mənada təmin etmədiyi zaman insanlar bu evliliyin bir müddət sonra pozulmasına səbəb olur. Amma səbəb başqa cür göstərilir. Hətta belə deyə bilərikmi? Məsəl üçün o belə deyək də bu cinsəl ilişkiləri iki tərəfdə qarşıladığı təqdirdə digər orada iki tərəfdə olan minusları örtə bilir də. Yəni qarşı tərəfdə bir-birlərinə örtə bilir ki, Allah elə bir fitrət yaradıb əslində. Yəni iki tərəfdə bir-birinə qarşı qəzəbli vəziyyətdədir. Allah elə bir şəkildə yaradıb ki, iki tərəfin də bir-birinə qarşı soyuduğu vəziyyət odur. Yəni Allahın yaratdığı fitrət budur əslində. Yəni burada ayıb, qeyri-adi bir şey yoxdur. Və bu tərəfi
təmin edilmədiyi zaman ən ciddi məsələ bu ailənin bir müddət sonra dağılmasına səbəb olur və səbəb başqa cür göstərilir çox vaxt. Çünki insanlar məhrəmlərini açmaq istəmirlər və həm dini çevrədə bu səbəb açılmır, həm də mentalitetdən qaynaqlandığı üçün bu səbəb açıqlanmır. Amma bəlkə də boşanmaların bir çoxunun səbəbi budur. Məsələn, çox vaxt səbəb nə deyil? Keçimsizlik. Yəni bir-birlərinə yola getmədilər. Amma səbəb nədir? Bax, səbəb böyük ölçüdə bu olur. Və bu iki tərəf üçün keçərlidir. Yəni xanım tərəf kişidən istədiyini görmür, kişi tərəf də xanımdan istədiyini görmür. Və burada da medianın ciddi təsiri var. Bax, medianın təsiri necədir? Davamlı insanlar serial izləyir. Serialda mütləq şəkildə bir sevgi, bir eşq dedikləri bir şey göstərirlər, düzdür? Və seriallarda xüsusi gözəl tanınan insanları seçirlər, kişiləri və qadınları. Onlar da çox bəzəkli, düzəkli şəkildə təqdim edilir insanlara. Və ailə həyatını da ora baxaraq dizayn edən birisi, bir xanım, ərini oradakı kimi görmür. Bir kişi xanımını oradakı kimi görmür. Aydındır mı necə? Belə olduğu üçün də və buna cinsi tərəfi də daxil etdiyimiz zaman ciddi şəkildə problemlər var. Bu problemlər dilləndirilmir çox vaxt. Və burada bu başlıq içərisində həm də nəyi qeyd edə bilərik? İki tərəf ümumiyyətlə bir-birinə qarşı cazibəsini itirirsə, bir müddət sonra evlilik artıq bu ailə olmur ki. Yəni bir növ dost kimi, bir növ bir yolda bir keçən bir insan kimi. Və burada baxın, bəzi şeyləri yenə də daha açıq demək məcburiyyətindəyəm. Məsələn, biz baxırıq ki, İslamda Peyğəmbər sallallahu əleyhi və səlləmin xüsusi şəkildə vurğuladığı nöqtələr var, düzdür? Məsələn, təmizlik xüsusi vurğulanan nöqtədir hədislərdə, düzdür? Baxırıq ki, təmizlik, məsələn, ailə həyatına tətbiq edəcəyimiz zaman iki tərəfin də şəxsi təmizliyinə diqqət etməməsi, məsələn, bir adam şəxsi təmizliyinə diqqət eləmir. Bədən təmizliyinə və digər təmizliyinə diqqət eləmir, düzdür? Bundan digər insanlar biraz uzaq durmağa çalışır, düzdür? Düşün ki, bu adam, şəxsi təmizliyinə diqqət eləməyən bir adam iş yerindəki iş yoldaşlarını, nə bilim, görüşdüyü insanları narahat edir. Bir də bu öz xanımına qarşı və ya xanım ərinə qarşı necə olacaq? Yəni, bir baxıma onu özündən soyudur. Aydındır mı necə? Və buna yəni, bir çox şeyi daxil. Bilirsiniz necədir? Bəzən biz Quran-ı Kərimdən görürük, yəni şeytanın addımlarını deyir, təqib etmir. Bəzən şeytan çox xırda görülən nüanslardan böyük problemləri apara bilir. Yəni, necədir? Normalda deyirik, böyük meşə yanğınları bir kibrit çöpü ilə başlayır. Hə. Məsələn, ailənin dağılması ciddi bir fəlakətdir. Bu fəlakət hardan başladı? Çox vaxt o birinci kibrit çöpü nə olur? Məsələn, deyək ki, kişi siqaret çəkir, məsələn. Və ya xanım şəxsi təmizliyinə diqqət eləmir. Məsələn, necə gəldi? Yəni, mən bundan evlənmişəm deyə çox rahatlıq içərisində aparırlar özlərini. Məsələn, normalda nişanlı vaxtı elə olmur, düzdür? Bəli. Və iki tərəf də bir-birinə çox diqqət eləyir falan, iki tərəf də bir-birini başqa cür görür. Amma evləndikdən sonra xüsusən bizim təəssüf olsun ki, bizim örfümüzdə, adət-ənənəmizdə belə bir şey var. Evləndikdən sonra iki tərəf də bir-birinə qarşı çox rahatlaşır bu mövzuda. Amma çölə çıxdıqları zaman harasa bir məclisə gedirlər deyək ki, iki tərəf də bəzənir, düzənir, ətirlənir, gedir. Halbuki, məsələn, biz bilirik ki, ətirlənmək sünnədə ciddi bir tövsiyədir, düzdür? Bəli. Ətirlənmək başqası üçün deyil. Bu əsasən ətirlənmək müsəlmanlar öz ailən, yəni çünki sənə dözməsi gərəkən budur, evdəkidir. Sənə dözməsi gərəkən o məclisə getdiyin deyil. Ora bəzənib gedir, ora ətirlənir gedir, öz evindəki, amma onu görmür. Və düşün ki, bir kişi, məsələn, ofis şəraitində işləyir. Səhər evindən çıxır, avtobusda, metroda və ya nəsə şəxsi maşın istifadə edirsə belə çöldə nə qədər açıq-saçıq xanım görür, düzdür? Bəzənmiş xanım görür. Gedir işə, iş şəraitində də bəzənmiş, ətirlənmiş xanımlar görür. Gəlir evə, evdə xanım bu vəziyyətdə deyil. Yəni nə anlamda vəziyyətdə deyil? Adi primitiv təmizliyinə diqqət etmir məsələn. Onun gözü həmişə çöldə qalacaq artıq. Eyni şey kişi üçün. Yəni iki tərəf də bir-birinə qarşı cazibəsini itirdiyi zaman evlilik yük olaraq görülməyə başlayır artıq. Çünki evli bir nemətdir. Nemətin sıxıntı tərəfi də olur, belə deyim, müsbət tərəfi də olur. Yəni nemət tərəfi də olur, sıxıntı tərəfi də olur. Sıxıntı tərəfi nədir? Uyğunlaşmamaq olduğuna görə davadalaş ola bilir, söz söhbət olur, başqa problemlər olur. Hər ailədə olur bu.
Düzdür, peyğəmbərlərin ailəsində olubsa, heç kimin ailəsi bundan uzaq deyil. Yəni bir hocamızın gözəl bir sözü vardı. Heç kim bu dünyada %100 arzuladığı evlilik eləməyib. Peyğəmbərlər daxil. Çünki heç kim %100 deyil, qarşı tərəfdə %100 deyil. Bu bəllidir yəni. Hər ailədə problem olur, amma evliliyin nemət tərəfi nədir? Evliliyin nemət tərəfi yəni cinsəllik tərəfidir əsasən. Və digər təməli odur da. Təməli odur. Digər nemətlər də var. Həm övlad və başqa, həm dərdləşəcəyin birisinin olması, çox nemət. Amma ayədə nə deyir? Allahın ayələrindəndir deyir. Sizin üçün öz cinsinizdən rahatlıq tapasınız, sükunət tapasınız deyə zövcələr yaratması. Amma ailə rahatlıq tapılan yer olmursa, o artıq yəni həm fizik, psixoloji mənada, həm digər ehtiyaclar mənada rahatlıq tapılan yer olmursa, artıq o ailə olmaqdan çıxır. Bu gün ciddi səbəblərdən birisi budur və çözümlərdən birisi də bu mövzuya diqqət etməkdir. Və mən burada hələ məhrəmiyyət bəzi şeylər gözlədiyimə də çox şey demirəm, amma evliliklə bağlı yazılmış kitabları oxuyacaq olsalar dinləyicilərimiz, izləyicilərimiz, Peyğəmbər sallallahu əleyhi və səlləm bu mövzuda çox həssas tövsiyələrin olduğunu görərlər. Məsələn, bir örnək deyə bilərəm. Peyğəmbər sallallahu əleyhi və səlləm döyüşdən gələrsən, evə xəbər göndərir ki, məsələn, Həzrət Ayşə anamıza xəbər göndərir ki, yəni ki, yoldaşın gəlir, hazırlıqlı ol. Özü də məsəl üçün daranıb, bəzənib gedərmiş. Hətta bu, yəni hadisə konkret bu şəkildədir ki, bir yerdən səfərdən qayıtdıqları zaman neçə min adam qayıdır Mədinəyə. Mədinə deyək ki, bir günlük və ya bir neçə saatlıq məsafə qaldıqda ordunu saxlayır, öncə birilərini göndərir ki, Mədinəyə xəbər eləsinlər ki, səfərdən qayıdırlar. Ki, xanımlar hazırlıqsız olmasın. Yəni, bu şeylər çox önəmlidir. Bu, xüsusən də çox təəssüflər olsun ki, müsəlman, belə deyək də, qadınlarında daha çox biruzə verir. Nəyə görə? Çünki onlar normal hallarında belə bəzənmirlər də, yəni çölə çıxarkən bəzənmirlər. Artıq amma evində bəzənməsi özünə evində bəzənmə olduğu halda onu da etmir artıq. Çünki hər kəsin zehninə media təsir edir. Düşünür ki, bu mən başqalar üçün bəzənməliyəm. Niyə yəni? Başqalar sən neyinir ki? Sənin əsas olan ailəndir. Ailən, yəni eyni şey kişi üçün də keçərlidir. Yəni evində necə gəldi geyinir, çölə çıxdığı zaman məsələn daha özünə diqqət edir. Halbuki elə olmalı deyil. İki tərəf də bir-birinə cazib olmaq üçün çalışacaq. Yəni bu olduğu zaman ciddi şəkildə yəni problemlər azalmış olur. Əlavə səbəblər də qeyd eləmək istəyirsiniz, səbəbləri və çarələri. Demək, evlilikdəki bu qeyd elədiyim həm səbəbdir, həm çarədir. Mən elə başa düşdüm ki, yəni bütün bu mövzuların, danışdığımız bu dəqiqələrdən ən əsas özək mövzu olan, mən elə başa düşdüm, evlilikdə yəni boşanmağın səbəblərindən ən özək olan, ən əsas olan, yəni cinsəllikdir. Elədirmi? Səbəblərdən, ciddi səbəblərdən birisidir. Ciddi səbəblərdən birisidir. Yəni. Əsas səbəblərdən birisidir. Yəni, biz dedik ki, burada 1-2 səbəb deyil də. Biz burada deyək ki, 5 dənə, 10 dənə səbəb sayacaq. Artıq səbəbləri də hər kəs qeyd edə bilər. Amma indi ağlımıza gələn, müzakirə edən bildiyimiz səbəbləri deyirik. Səbəblərdən birisi budur. Və bu mövzuda da bəlkə əlavə də nəsihət eləyə bilərik. Çünki bu mövzuda çox ciddi problemlər var. Çox önəmli. Çünki fərdi olaraq indi biz gəlinir, bizə danışılır eləyir. Bilirik ki, çox ciddi problemlər var. Digər bir problem, yəni bu mövzu üzərində çox dayanmıram. Bəlkə də başqa bir videoda ayrıca danışarıq. Digər bir səbəb və problemdə ümumiyyətlə ailədə problem olduğu zaman, xanımla kişi arasında problem olduğu zaman, bayaq dediyimiz kimi Allah elə bir nizam qoyub ki, o problem əslində öz aralarında qaydaları gözlədikləri zaman, uyğun üslubla danışdıqları zaman və ardıca da cinsəllik gəldiyi zaman çözülür. Uyğun üslubla danışmaq. Çünki Allah Teala buyurur ki, qullarıma de, sözün ən gözəlini söyləsinlər, yoxsa şeytan onların arasına fitnə salır. Sözün ən gözəlini söyləsinlər. Bu ayəni ən çox tətbiq edəcəyimiz yer ailədir. Yəni kişi xanımla bir söz deyərkən və ya xanım ərinə bir söz deyərkən sözün gözəlini deməli deyil, ən gözəlini deməlidir. Ayədə ən gözəlini deyirdi. Ən gözəli nədir? Yəni məsələn adi bir şeydə deyək ki, ailədə bir məsələ müzakirə olunur. Kişi xanımına bir şey deyir. İndi qarşı tərəfdə anlamadı da bunu. Başa düşmədim bunu. Məsələn, biri var belə deyəsən, bir də deyir ki, izah edə bilmədim. Bu ikisi çox fərqli bir şeydir. Biri var qüsuru qarşı tərəfə atırsan, bir də var özünə qaytarırsan. Belə olduğu zaman o biri tərəf o incəliyi başa düşür.
Bunun kimi bir çox nöqtələr var ki, sözü deyərkən bizim ailə problemlərinin böyük əksəriyyətinin səbəbi düzgün ünsiyyət qurmağı bacarmamaqdır. Kim necə danışacağını bilmir. Ünsiyyət problemi nədən qaynaqlanır? Doğru düzgün oxumurlar. Ancaq işdə gücdə hamının əlində telefon var. Kitab unudulub ümumiyyətlə. Məsələn, bədii ədəbiyyat oxuyan insanlar belə olmurlar. İnsanlar normal danışıq qabiliyyətini bilmirlər. Bəzi bizim isim çəkmək ki, bölgə adı çəkmək ki, inciməsinlər. Bəzi bölgələrdə insanlar olur. Məsələn, çox kobud cavab verir. Adam xoş söz deyəndə belə elə bilirsən ki, sənə təhqir edir. Yəni elə tərz var. Yəni bəzən ailədə belə danışırlar. Halbuki ən ağır sözləri belə gözəl üslubla qarşı tərəfə izah etmək mümkündür. Bax, ünsiyyət tərəfi, dediyimiz kimi cinsəlik tərəfi, bu iki tərəfi doğru düzgün etdiyi zaman ər-arvad problemlərini çözə bilir. Yəni həll edə bilir. Amma ən ciddi problem nə zaman çıxır? Ər-arvadın probleminə kənar müdaxilələr olduğu zaman. Bizim Azərbaycan ailələrinin böyük əksəriyyətindəki boşanmaların səbəbi kənar müdaxilələrdir. Kənar müdaxilələr nədir? Burada önəmli bir nöqtə gəlin qaynana problemi. Ciddi şəkildə boşanma səbəbidir. Çünki ikisi də baxın bizə ərz edilir. Yəni yeni belə deyim də bir neçə gün öncə mənə ərz edilmiş problemdir. Çox da qəribədir. Eyni gündə bir məlumat atıldı ki, bəs özü də qəribədir, bəlkə indi dinləyənlər də üzərinə götürər. Sizin dərslərə qatılan birisi öz anasına zülm eləyir. Yəni zülm eləyir dediyi xanımı bir baxma xanım tərəfi tutub anasının haqlarını yerinə yetirmir. Eyni gündə də başqa bir mesaj atıldı ki, yenə sizin söhbətlərə qatılan birisi əksini eləyir. Yəni anası tərəfi tutur, xanımına zülm eləyir. İnşallah ki, eyni adamlar deyildi, bilmirəm yəni kimdən söhbət getdiyini. Sadəcə ümumən deyirəm ki, hər kəs nəsihətini götürsün. Bəs bu nizam necə qorunmalı yəni? Bu nizamı qoruyan kimsə olubsa yer üzündə çox xoşbəxt bir adamdır, çox çətin bir şeydir. Çünki ümumiyyətlə biz burada düşünməliyik ki, burada dinləyicilərimiz içərisində xanımlar var, gəlin olanlar var, qaynana olanlar var. Düşünməlidirlər ki, burada iki tərəfdə məsələyə öz tərəfindən yanaşanda problem olaraq, yəni ən çox yüklənilən kişi olur. Çünki qalır anası ilə zövcəsi arasında. Və iki tərəf də şəxsi egosunu düşünür. Yəni düşünmürlər ki, biz bu adama əziyyət edirik. İki tərəf də məsələyə öz tərəfindən yanaşılmasını istəyir. Yəni burada zülm örnəkləri də var təbii ki. Bəzi adamlar xanımının sözü ilə, məsələn bir xanım bir kişini, ərini, həyat yoldaşını anasına qarşı doldurursa, bu çox böyük bir zalımlıq eləyir. Yəni bəzən biz zülm deyəndə ağzımıza nə gəlir? Kimsə döyməsi. Yox, zalım xanım belə bir xanımdır. Anasına qarşı doldur. Sən əgər bir adamı sevirsənsə, sən onun valideynlərinə hörmət eləməlisən. Təəssüflər olsun ki, təzə gələn gənc nəsil gəlinlərdə bu problemdir. Yəni, bu ciddi şəkildə problemdir. Digər problem də, elə ki, burada bir baxıma gənc nəsillə köhnə nəslin savaşı gedir. Ortada da kişilər qalır. Digər problem də analar, qaynanalar başqa nəsildən gəliblər. Yəni, keçmiş nəsil nümayəndələrdir. Onlar ağırlıq görüblər, çətinlik görüblər. Yəni, onlar heyvan saxlayıblar, süd, qatıq, tarla, bütün iş, güc, hər şey olub üstlərində. Və öz gənclik dönəmlərinə baxırlar, gəlinin gənclik dönəminə baxırlar ki, hər şeyi bir düyməni basmaqla həll eləyir, paltar yuyan falan. Və bu iki nəslin savaşı gedir ortada. Savaş predimenti də bu bəydir. Və köhnə nəslin nümayəndəsi qaynanalarda öz qaynanalarından böyük ölçüdə ağalıq gördüklərinə görə eyni şeyi gəlinlər üzərində tətbiq etməyə çalışırlar. Baxın, xanım, burada biz iki tərəfi də deyirik ki, iki tərəfdə nəsihətini götürsün. Yəni, bir xanımın ərini anasına qarşı doldurması onun adına ciddi bir zülümdür. Çünki özü də anadırsa, eyni şeylə qarşılaşmağı istəməz. Bu deyirik ki, yəni özün üçün istəmədiyin şeyi başqasına denəm. Yəni, sən də eyni şeylə qarşılaşmağı istəmərsən. Hətta bir hədisi necə gəlir? Allah üçün bir yaşlıya hörmət eləyənə, Allah yaşlandığı zaman ona hörmət eləyəcək gənclər nəsib eləyər.
Bu tərəfdən düşünməlidir bir gəlin. Qaynana da düşünməlidir ki, Allah o xanıma, o gəlinə, ərinə itaati əmr eləyib, sənə itaati yox. İtaat etməlidirmi qaynanasına? Bəli, etməlidir. Niyə görə? Mənəvi dəyər baxımından, əxlaqi baxımından, örfi baxımından, amma fikri baxımından buna itaatlə mükəlləfdir. Yəni, çox da o sərhədləri məcbur etməmək lazımdır. Yəni, bilməm, burada o balansı tutturmaq necə ola bilər? Axır, iki tərəfdə necə düşünməlidir? Özünə necə müamilə edilməsini istəyirsənsə, qarşı tərəfdə o cür müamilə elə. Və iki tərəfdə düşünməlidir ki, məni ona bağlayan ünsür bu oğlandır, bu kişidir. Və mən ona əziyyət etməməliyəm. Yəni, gəlin qaynana münasibətləri ciddi problemdir və müdaxilə səbəblərindən birisidir. Tək gəlin qaynana yox da, yəni bu biri tərəf qaynana da problemdir, belə deyək. O da necə bir problem olur? Ailə daxili problem olur. Baxın, ən başda bir şey dedim. Uşaqların olmaması. Ən başda bir məsələ dedim. Bizim cəmiyyətimiz ağsaqqalsız qalmış cəmiyyətdir. Ağsaqqal deyərkən yalnız kişi nəzərdə tutmuram da. Yəni bir yaşlı, təcrübəli məsləhət verən bir xanım və kişi. İndi nədir burada problem? Ailədə problem çıxdı. Gənc cütlükdür, problem yaşayırlar. Problem yaşadığı zaman nə olur? Xanım həmən gedir, anasına danışır, düzdür? Anası normalda nə etməlidir? Normalda ailəni necə qurtara bilərik, onun nəsihətini verməlidir. Amma ana nə edir? Doldurur ki, sən haqlısan, onlar belədilər, onlar elədilər. Özünü əzdirmə. Özünü əzdirmə, yəni mən də vaxtında çox əziblər. Bu şəkildə deyərək, onsuz da ağlı bir qarış havada olan o xanımı doldurur. Yəni, ağlı bir qarış havada, gənc yaşdadır, bu uşaqdır hələ. Yəni, sən buna bir böyük kimi məsləhət verib, bunu ailəsini qorumaq əvəzinə, eybi yox, boşan gəl, uşaqla da olsan, biz sənə baxarıq. Hara baxacaqsan? Yəni, sən sabah öldün, getdin, yəni məhkum edirsən bunu qardaşın yanına, qardaşı uşaqlarının, qardaşı xanımın yanına. Onun üçün daha yaxşı bir həyat mı olacaq? Yəni, nə oldu ki, sən ailəsini dağıtmağa göz alırsan? Və baxırsan, ortada ciddi səbəb yoxdur. Deyək ki, xanıma ciddi zülüm var. Bəzən olur ki, həqiqətən valideyn məsləhəti olur ki, bu ailə getməz. Bu başa düşüləndir. Amma bu gün sudan səbəblərlə, adi səbəblərlə bu olur. Eyni şəkildə o olan tərəfində anası doldurduqda və ya ümumiyyətlə qohumlar ailəyə müdaxilə eləkdə çox problem çıxır. Yəni, əsas problem tərəflərindən birisi kənar müdaxilələrə ailəni qapamaq lazımdır. Onun üçün də evlənərkən, xüsusən kişi tərəf həm bunu qaynanası tərəfə deməlidir, həm anası tərəfə, atası tərəfə, qaynatası ham deməlidir ki, Allah razı olsun, siz bizi böyütmüsünüz, siz bizim böyüyümüzsünüz. Biz həmişə gələrik, sizin hörmətinizi saxlayarıq, sizdən nəsihət alarıq, amma bizim şəxsi məsələmizə müdaxilə eləməyin. Kənar müdaxilə çox faydalı olmur. Kənar müdaxilə nə zaman faydalı olur? Ailəni təmir eləyəcək, düzəldəcək ağsaqqal varsa, ağbirsək varsa, ora məsələni ərz edin. Dəfələrlə olub ki, boşanacaq həddə çatıblar və bilirik ki, valideynləri tətikləyir bunu. Bizə gəliblər, danışmışıq, düzəliblər. Və iki tərəfdə baxıb ki, biz bu qədər sadə məsələdən boşanacaq həddə çatmışdıq. Yəni, kənar müdaxilələrə qapamaq lazımdır. Önəmli çarələrdən birisi budur. Bu boşanma məsələsində digər bir çarə deyərkən belə bir şey qeyd edək ki, ümumiyyətlə, bizdə hal-hazırda boşanmanın səbəblərindən birisi də odur ki, cəmiyyət olaraq təəssüf olsun ki, bir qeyri-ciddi hala gəlmişik. Bəzən həqiqətən dinləyirsən ailələri, o qədər belə kənardan baxıldığı zaman gülməli səbəblər gətirirlər ki, baxırsan ki, məsələn, 2 uşaqları var, 3 uşaqları var, deyirlər ki, boşanırıq. Məsələn, xanım tərəf deyirsən ki, səbəb nədir? Deyir ki, mən başa düşmür. Nə olub? Məsələn, nə örnəklər ki, gəzməyə aparın. Elə örnəklər demək istəmirəm ki, dinləyənlər arasında deyəcək ki, bizim hocaya dediyimiz örnəyi indi deyir. Yəni, o başa düşülməsin deyə örnəyi elə demək. Yəni, həqiqətən belə elə səbəblər deyilir ki, mənə vaxt ayırır. Məsələn, təsəvvür ki, gəzməyə falan yerə gedəcəkdik, həmin yeri seçməkdə məndən məsləhətləşmədi. Çox qəribə, yəni belə bir vəziyyətlə qarşılaşanda iki tərəfə deyirəm ki, Allahdan qorxun. Qəzzada insanların hansı vəziyyətdə olduğunu bilirsiniz. Dünyada hal-hazırda 600 milyondan çox insan hər gün ac yatır. Bunu da bilirsiniz. İnsanlar aclıqla, nə bilim, evsizliklə, nə bilim, nələrlə imtihan olunur, bunu da bilirsiniz. Allah ruzi yetirir. Allah övlad yetirib. Övladı olmayan
ailələrə Allah övlad nəsib eləsin. O da bir imtahandır. Olması da bir imtahandır, olmaması da bir imtahandır. Amma baxırsan ki, ruzi var, evləri var, iki tərəfdə mömin, yəni zülm də yoxdur. Çünki xanımın öz dilindən dinləyirsən, deyir zülm sadəcə mənim başa düşmür. Məsələn, incə deyil. Yəni bənzər şeylər. Dediyi şeylər səbəb ola bilər, amma boşanma səbəbi deyil. Eyni şey qarşı tərəf üçün. Yəni dilləndirdikləri bəzi hallar var ki, bu çox qəribədir həqiqətən. Amma mən belə bir şey deyim də, yəni bunun əslində qarşısını almaq üçün belə bir şey eləmək olar da. Yəni bir-birlərində gördükləri, belə deyək də, qüsur deyək də, xırda da olsa, o dediyin o ağsaqqal, o böyüklə məsləhətləşib və yaxud da bu nətər deyim, bir müəyyən bir praktikası olan ailəli bir adamla məsləhətləşib onu bərpa eləsələr, artıq boşanmaya belə gəlib çıxmazlar da. Yəni bu səviyyədə gəlib çıxmazlar. Elədir, yəni o zaten olur ki, gəlirlər bizlə məsləhətləşirlər. Nəsihət eləyirik. Bir çox halda da əlhamdülillah faydası olduğunu da görmüşük. Yəni vəziyyəti izah eləyirsən. Amma son məqamda gəlib məsləhətləşirlər də. Bəzən ən ciddi problem məsləhətləşmədən qərar verməklərdir. Bir də belə bir problem var ki, normalda biz bilirik ki, dünyəvi olaraq iki tərəf boşandığı zaman gedirlər məhkəmə müraciətləri. Düzü bir proses gedir də. Amma İslamda bu haqq birbaşa kişiyə verilibdir, talaq olaraq da, yəni söz olaraqdır. Və kişilər də bu məsuliyyətini düşünmür bəzən. Hər qarşılaşdığı problemdə talaq ifadəsini işlədir. Ondan sonra düzəltmək çətin olur. Bu baxımdan yəni biz nikah qıyarkən də bu məsləhət görürük ki, yəni qəti şəkildə bu ifadəni uzaqlaşdır özündən. Boşanma kimi bir zərurət ortaya çıxsa belə, yenə bunu məsələni danışıb, ərz eləyib, çarələrə başvurduqdan sonra, heç bir çarə alınmadıqdan sonra bunu ciddi şəkildə demək lazımdır. Yoxsa ki, əsəbləşdim dedim, bu şəkildə ilə yəni olmamalıdır. Və qeyd etdik ki, yəni elə bir vəziyyətə gəlir ki, yəni şeytan iki tərəfdə elə doldurur ki, bunun nəticələrini hesablaya bilmirlər. Baxın, insan bir yönü ilə rasional, bir yönü ilə emosional varlıqdır. Yəni rasional biri ki, ağılla, məntiqlə düşünüb qərar verən tərəfi var insanın. Bir də insanın emosional tərəfi var, duyğusal tərəfi var. Çox vaxt bu qərarı duyğusal verirlər. Hansı bir əsəbləşdi, anlıq bir də. Ani bir qərar verir. Amma rasional qərar necə bir şeydir? Rasional qərar insanın bu qərarının nəticələrini hesablamasıdır. Xüsusən xanımlar bu nəticələrini hesablamırlar. Kişilərdə də var bu təbii ki. Yəni bu qərarı verəcək, nəticələrini hesablamır. Çünki xanımda emosionallıq rasionallıqdan ağırdır. Kişidə əksinədir. Normal kişidə amma bu gün pozulubdur sistem. Amma normal kişidə rasionallıq ağır olduğuna görə kişi daha ağılçı qərar verə bilir. Ona görə kişi hər şeydən ağlamır. Qadın amma ağlamağı adi, yəni rahat bir şeydir. Çünki emosional varlıqdır. Yəni qadını duyğulandıran bir şey kişiyə çox gülməli gələ bilər kənardan. Və yaxud da belə demək olar ki, bayaq dediyiniz kimi o talaqın kişiyə verilməsi bir hikmət kimi. Təbii ki, çünki qadın emosionaldır axı. Qadına birbaşa talaq haqqı verilsə, yəni heç bir evlilik ikinci həftəsinə keçməz. Amma qadın boşanmaq istədikdə qaziyə gedir bəlli yollarla da. Yəni bir baxıma həmin vaxtki hiss soyub ağılla qərar vermə şansı formalaşır. Amma kişi normalda yəni rasional olduğuna görə ona birbaşa haqq verilir. Amma kişilər də emosional davrananda ümumiyyətlə nizam pozulur. Və rasional dediyimiz düşüncə necədir? Yəni sən ağılla hesablayırsan ki, mənim bu addımımın nəticələri necə olacaq? Nəticələri, məsələn, deyək ki, ortada uşaqlar var. 1 uşaq, 2 uşaq, 3 uşaq. Bu uşaqlar necə olacaq? Deyək ki, mən ona yaxşı baxacam. Tamam, yəni məsələ yaxşı baxmaq deyil. Sən ana olaraq düşünür ki, aliment də alacam qarşı tərəfdən. Məsələ yaxşı baxmaq deyil. Sən ana olaraq nə qədər yaxşı baxırsansa bax, ata deyilsən. Yəni onun funksiyasını yerinə yetirə bilməyəcəksən. Eyni şəkildə lap ata baxacaq olsa da, sən yəni bir uşağın sağlam böyüməsi üçün ikisi də lazımdır. Yəni bir ölüm kimi bir hal baş verməsə, normal halda ikisi də lazımdır, ata da, ana da. Sən düşünməlisən ki, uşağı yetişməsi üçün, gələcəkdə normal bir fərd olaraq cəmiyyətə atılması üçün bir tərəfindən məhrum edirsən. Sırf şəxsi eqon ucbatından, yəni mən öz eqomu doyuzdurum deyə, sən mənə söz deyə bilməzsən, deyir, məsələn, xanım. Sən öz eqovu doyuzdurmaq üçün öz uşaqlarının gələcəyi məhv eləməyi göz alırsan.
Normalda bizim cəmiyyətimizdə xüsusən normalda zaten normal insan övladını çox istəyir, düzdür? Ən çox bəlkə də övladını özündən çox istəyir bəlkə də. Və bizim cəmiyyətimizdə də övlad həssasiyyəti var, düzdür? Valideynlər bir baxıma həmişə biz elə görmüşük. Biz 90-cı illərin belə deyim övladlarıyıq da. Yəni valideynlər özləri yeməyiblər, bizə yedizdiriblər. Yəni bunu görmüşük, düzdür? İndi baxırsan ki, normalda övladı üçün fədakarlıq etməsi gərəkən valideyn şəxsi egosunu övladının gələcəyindən üstün tutur. Yəni yetər ki, mən haqlı çıxım bu. Yəni evlilik yarış deyil. Evlilik səbr eləmə sənətidir. Yəni mən sözümdə haqlı çıxdım. Yox, elə deyil. Haqlı olduğu halda mübahisəni tərk eləyənə cənnətdə ev vəd edir Allah Rəsulü. Haqlı olduğu halda belə. Yəni sən evlilik haqlılıq isbat eləmək yeri deyil. Xüsusən sən əgər deyək ki, özünü düşünmədin. Məsələn, normal bir boşanmada ən çox zərəri uşaqlar görür birinci, ikinci xanımlar görür. Çünki xanım da duyğusaldır. Bir müddət sonra onun zərərlərini görməyə başlayır. Amma nə özünü heç düşünmür orada, nə də uşaqlarını düşünmür. Yetər ki, həmin vaxtı egomu tatmin edim. Yetər ki, mən onu cəzalandırım. Baxın, qarşı tərəfi cəzalandırmaq duyğusu öz rahatlığından və övladlarından öncə gəlir. Bunun adı məsuliyyətsizlikdir. Onun üçün də bu qərarı verən insanlar çox dərin düşünməlidirlər, məsləhətləşməlidirlər. Biz demirik ya, boşanma mümkünsüz bir şey. Elə vəziyyət ola bilər ki, yəni Allah qorusun, narkotik aludəsi bir kişi. Düzəlmir. Nə qədər cəhd edir, düzəlmir. Bu xanım ona niyə dözməlidir? Gəlir xanımının, deyək ki, qızıllarını oğurlayır, aparır, gedir narkotik. Bu xanım buna niyə dözmür? Və bir yerə qədər dözdü, şans verdi. Dözməlidir deyə bir şey yoxdur. Yəni xanım da ömrünü lazımsız birisi ilə çürütməli deyə bir şey demirik biz. Və ya kişi, yəni xanıma mütləq şəkildə dözməli deyə bir şey yox. Amma vicdanlı, insaflı, ağıllı çərçivədə düşünmək lazımdır ki, bu səbəbdirmi? Bir çox səbəblərə baxsan, bunun səbəb deyil. Və bu tərəfini düşündüyümüz zaman ciddi şəkildə bu boşanmaların yəni boşanmalara bir çarə təqdim eləmiş olacağıq. Ailənin özü də bir mübarizədir. Sadəcə burada mübarizəni yanlış anlayırlar. Bir-birləri arasında olan mübarizə deyil. Şeytanla və ailənin ümumi şəkildə olan bir mübarizəsidir. Şeytanla mübarizədir və ailəni qoruma mübarizəsidir. Bəli. Yoxsa qarşı tərəfi məğlub edən mübarizəsi deyil. Bəli. Bizdə əksinə. Çünki qarşı tərəfi məğlub edəndə özün də məğlub olursan. Yəni bu o biri savaşlar kimi deyil. Yəni evlilik belə bir şeydir. Evliliyi qorumaq istəyirsənsə səbr eləməlisən. Və kişilərə də aiddir. Birdən nəsə düşünülə bilər ki, xanım dözmür. Yox, kişi, çünki hətta biz Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatına baxırıq ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin evlilik həyatı başdan sona səbirdir. Əhzab surəsində xanımlarla olan problemləri oxuyuruq. Təhrim surəsində xanımlarla olan problem. Baxırıq ki, Allah Rəsulü o qədər problemlə qarşılaşıb ki, xanımlarla bağlı. Ki, xanımları analarımızdır, başımızın tacıdır öz yerində. Amma normal xanımlarla qarşılaşılan ailə məişət problemlərinə qarşılaşıb Allah Rəsulü. Amma yəni ailəni qorumaq lazımdır. Yəni bu problemlər qarşılaşdıqda da kişi xanım kimi davrana bilməz. Çünki xanımlarda adətdə ya bitdi. Məsələn belə deyə bilər də xanım. Amma bilirsən ki, bu ciddi bir qərar deyil də. Amma kişi də xanım kimi, yəni emosionallıq baxımından davrananda artıq o ailə olmur. O baxıma qoruması gərəkən də kişidir. Yəni o mənada ailənin qoruması gərəkən də kişidir. Bu bütün danışdıqlarımızı cəm edəcək olsaq, yəni sonuç olaraq, son olaraq, nəticə olaraq nə etmək olar? Nəticə olaraq qeyd etdiyimiz səbəbləri bir toparlayaq məncə. Çünki hər halda 1-2 saatda danışırıq. Bir insanların beynində ümumi bir şey formalaşsın deyə qeyd etdik ki, əsas səbəblər nədir? Bizim təsbit edə bildiyimiz iki tərəfin də öz vəzifələrini, öhdəliklərini bilməməsi və yerinə yetirməməsi. Yəni xanım və kişinin bir səbəb budur. İkincisi feminizm ciddi bir səbəbdir. Üçüncüsü, yəni bunlar 1 2 3 dediyimiz ardıcıldır deyə yox. Sadəcə ümumi şəkildə sayırıq. Üçüncüsü, adət-ənənənin kişilərə yüklədiyi, kişilər bir baxıma adət-ənənədən və ya bəzi dini hökmlərdən sui-istifadə edib zülm etməsi ciddi bir səbəbdir. Gəlin qaynana problemləri ciddi bir səbəbdir boşanmaq üçün. Sonra dedik ki, iki tərəfin bir-birinə olan cazibəliyini itirməsi. Cinsəlliyi də onun içərisində danışdıq. Bu ciddi bir səbəbdir. Sonra empati qurmamaq dediyimiz şey. Yəni özünü qarşı tərəfin yerinə qoyub o tərəfdən düşünməmək ciddi bir səbəbdir. Sonra qarşı tərəfi mükəmməl zənn eləyərək ailə həyatına atılmaq
Çünki qarşı tərəf qüsurludur və qüsur olduğu zaman necə baxacağıq hədisdə bildirilən müsbət tərəflərini düşünəcəydik. Sonra kənar adamların müdaxiləsini kəsmək lazımdır. Bu çarədir və heç yaxşı tərəflərini düşünmək və bacardıqca ailədə sevgi mühitini qorumaq. Bunu da son olaraq deyək, nəsihət olaraq ki, sevgi mühitini qorumaq necədir? Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm Deyirlərmi sevgi və hörmət? İkisi içərisində, əslində hörmət də içərisində gedir. Yəni necə bir şey? Çünki müəyyən bir zaman dediyin, keçdikcə artıq mən elə düşünürəm ki, sevgi keçir ikinci plana, hörmət əslində keçmir, o ayrı bir şəkildə danışa bilərik. Yəni mənim nəzəriyyəm başqa cürdür. Mən düşünürəm ki, əslində həqiqi sevgi evlilikdən sonra formalaşan şeydir. Evliliyə qədər olan şeyin adı sevgi deyil. Bu biraz başqa bir mövzudur. Onu ayrıca bir danışarıq. Burada nədir məsələ? Peyğəmbər sallallahu əleyhi və səlləm dünya nemətlərinin ən üstün olaraq Salihə xanımı zikr edir. Düzdür? Salihə xanım kimdir deyərkən Allah Rəsulu yəni nafilə ibadətləri, qeyri-adi zikirlər bunları saymır. Nə deyir? Evə gəlib əri onu gördüyü zaman xoşbəxt olur. Yəni gülər üzündən qarşı. Əslində çox bəsit bir şeydir. Amma düşünün ki, xanımların ən çətin bacardığı şeylərdən biri budur. Çünki ailəni qurtaran ünsür olduğuna görə şeytan da ən çox oradan vəsvəsə verir. Xanımların ən çətin bacardığı şey ərini gülər üzlə qarşılamaqdır. Çünki çox vaxt yəni xanım da istərsəməz hər nə qədər desək də ki, düyməyə basmaqla işlənəndir. İndi uşaq var, uşağa baxır, biraz yorulur eləyir. Qarşı tərəfdə nəzərə alınmır. Yəni bir xoş olmayan bir üzlə, bir əsəblə və ya nəyəsə əsəbləşibsə, o şəkildə oradan yəni zaten 1-0 yenik başlayırsan. Hə. Xanımın xoş üzlə qarşılaması, imkan olduqca kişinin xanıma hədiyyə alması, iki tərəfin də bir-birinə xoş söz deməsi. Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm yenə sünnəsində bunu görür ki, xanımlarına qarşı sevdiyini bildirməsi. İnsan sevgiyə möhtac varlıqdır. Və məsələn, adicə qardaşlıq münasibətində, yəni evlilik xaricində Peyğəmbər sallallahu əleyhi və səlləm möminlərə yəni deyir ki, biriniz qardaşını sevdiyi zaman ona sevdiyini bildirsin. Çünki bu aradakı sevgini artırır. İndi normalda biz deyirik ki, ailə münasibətlərində də qarşı tərəfə sevdiyi bildirməlisən. Amma bunu ən çox kim gözləyir? Xanımlar gözləyir ki, o mənə deməlidir, düzdür? Amma kişi də insandır. O da bu sözə möhtacdır. Yəni ona dəyərli olduğunu hiss etdirmək. İki tərəf də bir-birinə onun üçün dəyərli olduğunu hiss etdirməlidir. Və bunu hiss etdirdiyi zaman və bacardıqca ailədə rutin xaricində də bir şeylər eləmək. Yəni evliliyi maraqlı eləyəcək əlavə şeylər eləmək. Yəni deyək ki, standart rutin var da, kişi evdən çıxır, iş dalayacaq, xanım da evdədir, evi təmizləyir, uşaqlara baxır. Rutin belə davam edir. Yəni, ən azı ayda bir dəfə, orta səviyyəli imkanı olanlar üçün, ən azı ayda bir dəfə harasa gəzməyə gedin. Çünki xanım rutindən yorulan varlıqdır. Kişi məsələn çox var rutindən yorulmur. Yəni standart həyatı davam eləsin, çox da yorulmaz. Amma xanım rutindən yorulan varlıqdır. Hətta rutindən yorulmasının bir göstəricisi olaraq da görürük ki, Allah Teala ayın bir həftəsi sanki xanımlardan ibadətə də qaldırır. Yenidən ibadətə başlama həyəcanı ilə başlayır xanım. Bir həftə namaz da yox, yəni Ramazana da düşdü, oruç da yox. Düzdür? Quran oxumaq, heç nə yoxdur. Yəni ay günlərində, düzdür? Çünki eyni şeyi dəfələrlə etməkdən biraz bezginlik hiss edə bilir. İndi səhərdən axşama qədər ev hər nə qədər yaxşı olsa da, şərait yaxşı olsa da uşağa baxmaya yorulur. Ən azı ayda bir dəfə ailecə harasa gəzməyə getmək üçün bir plan olmalıdır. İmkanlar daxilində. İmkan daxilində, məsələn, ailəni qurtaran ciddi ünsürlərdən birisi, möminlər üçün deyirəm xüsusən, ailecə bərabər ümrəyə gedin. İmkanı olanlar ailecə bərabər ümrəyə gedin. Həqiqətən də həm mənəvi, həm hər mənada ailəni qurtaran ciddi bir səbəbdir. Sonra dediyimiz kimi digər imkanla başqa ölkələrə gedə bilər gəzintiyə və ölkə daxilində, öz qaldığı bölgə daxilində bir gəzinti, dəniz qırağı, park, nəsə uşaqlarla, ailə ilə bərabər, yəni o rutindən çıxacaq bir şeylər eləmək lazımdır. Bu şeylər Allahın izni edildiyi zaman evliliyi qurtarmaq mümkün olur. Əlavə çox şey danışmaq olar. Bəlkə nəsib olursa ayrı bir mövzu kimi də bunu davam edə bilərik. İndi izləyicilərdən kimsə yazar ki, əsas buydu səbəb, bunu unutdunuz. Ola bilər nəyəsə unutmuşuq. Çəkimi ilə qardaşlar da bir ki, yəni bütün günümüz biraz yoğun keçdiyinə görə biraz yorğunluq var. Hal-hazırda gecə saat. Məncə burada saxlayaq. Bu qədər bəs eləyər. İnşallah ki, faydalı olar yəni dinləyənlərə. Allah razı olsun Ömər müəllim. Biz bu boşanma ilə əlaqəli səbəbləri və çarələrini danışdıq. Ümid edirəm ki, izləyicilərimiz üçün, dinləyicilərimiz üçün faydalı olar.